Hı hı. Hə, deməli, və bura gəldikdən sonra da ICP-ni bura gəldikdən sonra kəşf eləmişəm. Deməli, ICP nədir? International Students of Islamic Psychology deyə gedir. Yəni bütün dünyada olan müsəlman psixoloqlar arasında olan bir icmadır. Daha doğrusu müsəlman psixoloqların da ötəsində sırf psixologiyaya İslami yanaşmanı öyrənən və digər insanlara da bunu çatdırmağa çalışan deyim bir qurumdur. Azərbaycanda da bunu genişləndirməyə çalışırıq. Yəni sadəcə qərb psixologiyasını deyil, İslamda olan ilmun nəfs, yəni özünü bilmə elmini də öyrənməyə çalışıb, bunu əslində digər insanlara çatdırmağa çalışırıq. Yəni Azərbaycandakı. Çünki qərb psixologiyasından demək olar ki, bir çox yöndən tamamilə fərqlidir İslam psixologiyası. Və buna görə düşünürük ki, bir müsəlman olaraq biz öz yanaşmamızı ortaya qoymağımız daha önəmlidir, daha doğrudur. Və İslami ICP də bu qurumu elə bil daha belə leqallaşdıran bir şeydir deyək və dediyim kimi bütün dünyada demək olar ki, bir çox ölkədə öz qurumları var. Malayziyada da var məsələn və digər bir çox ölkələrdə də. Qurucusu Səid Cəmaləddin Miridir. İran əsillidir, amma İsveçdə yaşayan bir müsəlmandır. Bir də Fatimə Əhməd, o da Kanadada yaşayır. Və bir çox Türkiyədən filan professorların da içində olduğu bir icmadır və Azərbaycanda da inşallah istəyirik ki, dediyim kimi NGO filan quraq və fəaliyyətimizi də daha da genişləndirək. Çünki düşünürəm ki, Azərbaycanda həqiqətən belə bir quruma ehtiyac var. Çünki insanlar dinimizi və dinlə birlikdə psixologiyanı öyrənə biləcəkləri elə bir yer yoxdur. Yəni indi məsələn öz psixoloqlarımıza baxdıqda görürük ki, bir çoxu sadəcə qəlb yanaşmasını öyrənir və yaxud da ki, İslami yaşamı baxımından özləri İslamı çox da dərin şəkildə qavramayıb, mənimsəməyib və yaşamırlar, öz həyatlarında tətbiq eləmirlər. Və onun ümumiyyətlə bir insana İslami cəhətdə necə yanaşmaq lazımdır, necə nə bilim tövsiyə vermək lazımdır, onun problemlərini necə ələ almaq lazımdır. Bununla da bağlı görürük ki, sıxıntılar yaşaya bilirlər. Yəni daha belə texniki, daha belə robotik yanaşırlar və yaxud da ki, sadəcə insanın davranışına və zehninə fokuslanırlar, nəinki ağlına, qəlbinə, ruhuna və digər bizi Allahla əlaqələndirən, bizi heyvanlardan fərqləndirən, bizi o qərb yanaşmasından fərqləndirən məsələləri çox da ələ almırlar. Ona görə çalışırıq ki, bu boşluğu bağlayaq. Bunu da yəni biz eləməsək, düşünürük ki, heç kim eləməyəcək də. Mən özümü alim hesab eləmirəm. Özümü belə illərin təcrübəli psixoloqu hesab eləmirəm. Çünki hələ özüm sadəcə tələbəyəm və yolun çox başlanğıcındayam. Yəni öyrənməli olduğum çox şey var, almalı olduğum çox dərs var, çox elm var. Amma eyni zamanda düşünürəm ki, yəni mən öz yaşımdakı və məndən daha gənclərə və yaxud da ki, elə məndən daha böyüklərə də nəsə çatdıracaq kiçik də olsa bir elmim var və çalışıram ki, yəni həm özüm öyrənim bu prosesi, həm də digər insanlara dediyim kimi bunu çatdırım. Belə bir tərəfdən həm eyni zamanda insanları qəbul edirəm. Bir dəqiqə. Təxminən sən hal-hazırda müsaitsənsə səni co-host eləyim. Gələnləri qəbul elə. Mənim üçün daha asan olsun. Və yaxud da ki, bizim volunteer qrupumuzdan olan kimsə varmı ki? Əla. Səni onda co-host eləyirəm və yəni gələnləri sən qəbul eləyərsən ki, mənim fikrim orada qalmasın. Tamamdır. Deməli, Ramazanla bağlı da dediyim kimi istəyirik ki, elə Ramazanda müəyyən vebinarlarımız olsun. Bununla bağlı inşallah qrupda sizə məlumat veriləcək. ICP Azərbaycan, ICP Ümumi Internationalda nələr olur? Məsələn, Futuva Akademi var. Hansı ki, burada kişilik və qadınlıqla əlaqəli tutaq ki, dərslər keçirilir. Hal-hazırda dünyada bilirsiniz ki, böyük bir gender şey yaşanır, yəni problemi. İnsanlar indi özlərini pişik adlandırsalar belə, yəni leqal olaraq gedib özlərini məsələn pişik deyə şeyləyə bilirlər və yaxud da ki, kimsə balaca vaxtından uşaq məsələn özünü oğlan, qızdır amma oğlan kimi zənn eləyirsə, gedib rahatlıqla məsələn hormon şeyinə başlaya bilər, yəni hormon ala bilər və beləliklə hətta irəliki yaşlarda cinsiyyətini dəyişə bilər. Yəni kişi və qadınlıq rolları demək olar ki, çox qarışıb bir-birinə, gender rolları çox qarışıb bir-birinə. Ona görə bununla bağlı müəyyən dərslər keçirir Futuva Akademiyada, ICP-də. Yəni kişilik nədir, qadınlıq nədir, bizim rollarımız nədir? Çünki bunu Allah Quranda konkret şəkildə ayırıb bir-birindən.
Və sadəcə dünyada 2 dənə cins var və bununla əlaqəli, yəni dediyim kimi, fəaliyyətlər göstərirlər və yaxud da ki, bu şəkildə vebinarlarımız olur. Yəni, məsələn, bu yaxınlarda Gabor Matenin vebinarı var idi. Ondan sonra Mustafa Mərtər Türkiyəli çox məşhur, psixoloqlardan biridir. Sonra məsələn, burada Süleyman Derin Hoca var. O normalda ilahiyyatçıdır, amma yəni onun da İslami psixologiya ilə bağlı çoxlu araşdırmaları var. Məsələn, o da ICIP-nin üzvüdür. Yəni bu şəkildə vebinarlar təşkil olunur və dünyanın hər yerindən müsəlman psixoloqlar qoşularaq və digər insanlar, yəni təkcə psixoloqlar yox da, sırf bu sahəni öyrənmək istəyən digər insanlar da qoşulub elmlərini artıra bilərlər. Və yaxud da ki, uşaqlarla bağlı digər dərslər olur, hansı ki, həm dinlərini yaxşı öyrənirlər, həm də ki, dediyim kimi, o İslami psixologiyanı daha yaxşı mənimsəyirlər. Belə, yəni və yaxud da ki, konfranslar təşkil edilir, yəni fərqli ölkələrdə. Bu yaxınlarda Qətərdə oldu məsələn bir dənə konfrans. Yenə bu da burada İslami psixologiya ilə bağlı danışıldı. Yəni dediyim kimi böyük bir qurumdur və bütün dünyada demək olar ki, yəni izləyicilər var. Biz də Azərbaycan chapterını qurmaq istəyirik. Belə. Mən də koordinatorlardan biriyəm. Deməli, bugünkü görüşümüzdə nədən danışacağıq? Allahın kitabında Ramazan. Bir çoxumuz, yəni yəqin ki, burada olanların müəyyən təbii ki, Ramazan haqqında məlumatı var, amma çox da dərindən bir çox hallarda yanaşmırıq da. Yəni sadəcə düşünürük ki, hə, 30 gün oruç tutacağam, təravih namazı qılacağam və salam. Amma ilk öncə mən istəyirəm sizdən soruşum ki, ümumiyyətlə sizə görə Ramazan nə deməkdir? Yəni sizin öz şəxsi təcrübənizdə və yaxud da ki, Allahla əlaqənizdə Ramazanı necə bir yerə qoyursunuz? Ramazan sizin üçün nə ifadə eləyir? Dediyim kimi, ya kameranızı, səsinizi açıb danışa bilərsiniz, ya da yaza bilərsiniz. Mən də baxım. Gözləyirəm. Arınma, yenilənmə, diriliş. Ramazan qısacası rəhmət mövsümüdür. Mənim üçün yenilənmədir. Hı -hı. Başqa fikri olan? Yəni yenilənmə deyəndə bunu, daha belə, smart məqsəd kimi desək, necə deyə bilərsiniz? Yəni nə vasitəsilə yenilənirsiz? Yenilənmə çox belə biraz abstrakt düşüncə kimi qalır. Yəni bunu necə, praktiki həyatda necə həyata keçirirsiniz ki, görürsünüz ki, hə, Ramazan sizi yeniləyib? Ramazanda və yaxud da ki, digər aylardan fərqli elədiyiniz nələr var? Bilirik ki, Ramazanda məsələn şeytan, bağlanır, zəncirlənir. Yəni bizə çox vəsvəsə vermir. Sadəcə öz nəfsimizlə əsasən baş-başa qalırıq. Aleykümsalam. Bağışlanma, təmizlənmə, rəhmət ayı. Mhm. Bunlar ümumi, bəli, Ramazan haqqındakı ümumi, düşüncələrdir və çox doğrudur. Sizin öz şəxsi, mən daha çox dediyim kimi təcrübənizdə mənə maraqlıdır ki, yəni, Ramazan gələndə məsələn deyir ki, sevinmə imandandır da. Bunun, sizin həyatınızdakı əksi nədir? Yəni həqiqətən sevinirsinizmi və bu sevinc daha çox nə ilə əlaqəli olur? Və ya dediyim kimi Ramazanda, digər aylardan fərqləndirən hansı fəaliyyətləri eləyirsiniz? Tamam, nəysə. Fikri olan inşallah ümid edirəm, hə, yazar bir-bir. İnsanın qəlbi qıpır-qıpır olur. Çox fərqli aurası var Ramazanın. Müsəlmanlarla birlikdə olmaq, daha çox ibadətlə yoğunlaşmaq və sairə. Mhm. Hı. Bunların hamısı həqiqətən də Ramazanda baş verir və, insanın həqiqətən imanı təzələnir. Tamam, indi mən, bircə dəqiqə ekranı biraz böyüdüm və şeir eləyim, başlayaq. Deməli, daha çox Qurana yönəlmək və özünə qayıtmaqla özünü hesaba çəkmə və inkişaf. Aha, bəli, bu da çox önəmlidir. Əsasən Qurana yönəlmə və özünü hesaba çəkmə. İnsanın içindən hər dəqiqə yaxşılıq etmək hissi gəlir. Mhm. Həqiqətən elədir. Sonra görüm kimsə nəsə yazıb. Ramazanda dünyəvi işlərlə daha az məşğul olub Allaha, İslama yönəlmək, zamanını buna xərcləmək insanın qəlbini isidir və doğrudan da fərahlıq hissi verir, hiss edir. Mhm. Tamam.
Hı. Ekranı görürsüz. Biraz böldüm. Ekranı görürsünüzsə, zəhmət olmasa bildirin. Mhm. Nadir hallarda duyğu və düşüncələrimi adlandırmaqda çətinlik çəkirəm. Ramazan belədir mənim üçün. Çox dərindən hiss edirəm, əlhəmdülillah. Yəni bunu həqiqətən də öz içinizdə yaşaya bilirsinizsə, bu duyğunu hiss eləyə bilirsinizsə, çox qiymətli bir şeydir. Allah həmişə belə artaraq, davam etdirsin sizdə bunu. Mən yoldayam, müsait deyiləm. Aha, amma dinləyirəm, yaxşı, görünür. Okay. Tamam. İndi bundan sonra, chatdə nəsə yazsanız baxmaya bilərəm. Yəni şey bitirdikdən sonra, prezentasiyanı bitirdikdən sonra, daha çox suallarınıza inşallah fokuslanacağam əgər suallarınız və yaxud ki, əlavə şərhləriniz olsa. Dediyim kimi, əvvəlcə qeyd edeyim ki, mən özüm, İslam alimi deyiləm. Yəni sadəcə, neçə ildir artıq İslamdayam demək olar ki, bir 17 ildir artıq İslamdayam. Yəni dinimi, özüm öyrənməyə çalışıram və, bildiyim kiçik bir bilgi də varsa, bunu ətrafımdakı insanlara yaymağa çalışıram. Yəni özümü bildiyim vaxtlardan beləyəm, yəni İslama girəndən. İslam mənim üçün sadəcə yəni individualist bir din deyil, sadəcə şəxsi inkişafla əlaqəli bir din deyil. Mütləq şəkildə özünlə birlikdə ətrafını da inkişaf elətdirəcək bir həyat tərzidir. Mənim üçün bu çox dəyərlidir, çox önəmlidir. Ona görə dediyim kimi, yəni özümdə kiçik bir nəsə bilirəmsə, bunu istəyirəm ki, digər insanlarla paylaşım. Ona görə də bu gün bu vebinarı edirəm. Yəni məndən daha qat-qat yaxşı, daha qat-qat təcrübəli insanlar var. İnşallah növbəti ICP görüşlərində onların da şeyləri olacaq, yəni onların da deməli görüşləri olacaq, onların da mitinqləri olacaq. Aha, nəysə başlayaq. Deməli Allahın sözləri ilə Ramazan. Burada sırf bu gün Quranda olan Ramazan ayələrinə fokuslanacağıq və ümumiyyətlə orucla bağlı Allahın dediklərinə fokuslanacağıq və onu şərh etməyə çalışacağıq. Bilirik ki, yəni Ramazan təkcə aclıq ayı deyil də. Yəni bu Allahın elə bir bəşəriyyətə göndərdiyi Quranın endirildiyi aydır. Yəni son peyğəmbər olan Peyğəmbərimizin sallallahu əleyhi və səlləm vasitəsilə Quranın yer üzünə göndərildiyi aydır. Bilirik ki, Quran Ramazanda endirilib, yəni və yəni vəhy olunub peyğəmbərimizə. Və elə bil ki, hər Ramazanda biz bunun ildönümünü qeyd edirik bir növ. Həm Allaha şükür edirik Ramazan kimi bir neməti bizə nəsib elədiyi üçün, və şükrümüzü də oruç tutmaqla bir növ həyata keçiririk və də ki, Allaha daha çox yaxınlaşmaqla və zatən Ramazan bitdikdən sonra da o 3 gün etdiyimiz o zikirlər var. Allahu Ekber, Allahu Ekber, La ilahe illallah, Huvallahu Ekber, Allahu Ekber və lillahil həmd. Burada da əslində o bir ay boyunca elədiyimiz ibadətin ən hədd safhada Allaha ulaşdırmağa çalışırıq. Deməli, burada dediyim kimi Bəqərə surəsi ilə bağlı olan ayələrdən danışacağıq. Əvvəlcə mən istəyirəm ki, Bəqərə surəsində Ramazanla bağlı və orucla bağlı olan ayələrdən danışaq. Deməli, çox maraqlıdır ki, dediyim kimi Ramazan hər il ildə bir dəfə olmağına baxmayaraq, Quranda sadəcə Bəqərə surəsində keçir. Yəni məsələn, Quranda elə ayələr var ki, onu bir çox yerlərdə biz görə bilirik də. Çox önəmli ayələr, hansı ki, Allah bizə davamlı xatırladır. Və yaxud da ki, məsələn, Rəhmən surəsinə baxsaq, 19 dəfə eyni ayəni təkrar eləyir. Və yaxud da ki, məsələn, İxlas surəsində olan şeylərə baxsaq, görürük ki, Quranın 1/3-ə bərabərdir və orada keçən ayələr bir çox digər ayələrdə də o bir hissəsi digər ayələrdə və ya surələrdə də keçir. Amma oruc və dediyim kimi Ramazanla bağlı hissə sadəcə Bəqərə surəsindədir. Deməli 183 və 188-ci ayələrə daha çox fokuslanacağıq. Əvvəlcə dediyim kimi oxumaq istəyirəm bu ayələri. Bismillahirrahmanirrahim. Amma başlamamışdan əvvəl çox xahiş edirəm ki, Fatihə surəsini oxuyaq. Çünki Fatihə hər şeyin ümumiyyətlə başlanğıcı üçün oxumalı olduğumuz bir surədir. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Errahmanirrahim. Maliki yevmiddin. İyyâke na'budu ve iyyâke nesta'in. İhdinas sıratal müstakîm. Sıratal lezîne en'amte aleyhim. Gayril mağdubi aleyhim veleddallin. Amin. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefqahu qavli. Bismillahirrahmanirrahim. Ey iman gətirənlər, sizdən əvvəlkilərə vacib edildiyi kimi sizə də oruç tutmaq vacib edildi ki, bəlkə pis əməllərdən çəkinəsiniz. Sonra 184-cü ayədə müəyyən sayda olan günləri oruç tutmalısınız. Sizlərdən xəstə və ya səfərdə olanlar başqa günlərdə eyni sayda oruç tutmalıdır. Buna taqəti olmayanlar isə buraxdığı hər günün əvəzinə bir kasıbı yedirtməklə fidyə verməlidirlər. Kim könüllü olaraq yaxşılıq etsə, bu onun üçün daha xeyirli olar. Biləsiniz ki, sizə oruç tutmaq daha xeyirlidir.
185-ci ayədə Rəbbimiz buyurur ki, insanlara doğru yol göstərən, bu yolun və haqqı batildən ayırd edənin açıq-aydın dəlilləri olan Quran Ramazan ayında nazil edilmişdir. Sizlərdən bu aya çatan şəxslər həmin ayı oruc tutmalıdırlar. Xəstə və ya səfərdə olanlar isə başqa günlərdə eyni sayda oruc tutmalıdır. Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir. O istəyir ki, siz müddəti buraxdığınız günlərin orucunu tamamlayasınız və sizi doğru yola yönəltdiyinə görə onu uca tutasınız. Bəlkə şükür edəsiniz. Qullarım səndən mənim barədə soruşanda, mən onlara yaxınam. Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm. Qoy onlar da mənim çağırışımı qəbul edib mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər. Orucluq gecəsi zövcələrinizlə yaxınlıq etmək sizə halal edildi. Onlar sizin üçün bir libas, siz də onlar üçün bir libasdınız. Allah bilir ki, siz öz nəfsinizin tələbinə dözə bilmirsiniz. Orucluq gecələrində zövcələrinizlə yaxınlıq edirsiniz. Elə buna görə də o tövbənizi qəbul edib sizi bağışladı. Artıq bu gündən onlara yaxınlaşın və Allahın sizin üçün bəyəndiyinə nail olmağa çalışın. Dan yeri söküləndə ağ sap, şəfəq, qara sapdan gecənin qaranlığından seçilənə qədər yeyib için, sonra gecəyədək orucunuzu tamamlayın. Məscidlərdə etikafda olduğunuz zaman onlarla yaxınlıq etməyin. Bunlar Allahın sərhədləridir, onlara yaxınlaşmayın. Allah öz ayələrini insanlara belə bəyan edir ki, bəlkə ondan qorxalar. Mallarınızı öz aranızda haqsızlıqla yeməyin və cəmaatın malının bir qismini bilə-bilə günah yolu ilə yeyəsiniz deyə hakimləri ələ almağa çalışmayın. Yəni bu 5-6 ayədə, 6 ayədə Rəbbimiz əslində bir çox məsələlərə toxunur və Ramazanın və orucun əsl mahiyyətini bizə çox aydın şəkildə izah eləyir. Yəni daha dərindən baxsaq, həqiqətən də hər bir ayə bizə bunu bir-bir izah eləyir. Məsələn, elə 183-cü ayəyə baxdıqda görürük ki, Allah orucdan tamamilə ayrı bir ibadət kimi bəhs eləyir. Yəni Ramazanla orucu bir-birinə qarışdırmır. Ümumiyyətlə Allah qatında oruc və Ramazan bir-birindən fərqlidir. Ramazan bayaq qeyd elədik ki, əsasən Quranın göndərildiyi aydır. Yəni daha çox Quran ayıdır. Amma oruc məsələn biz ilin digər günlərində də oruc tuturuq. Məsələn, həftənin 1-ci və 4-cü günləri Peyğəmbərimizin sünnəsidir tutmaq sallallahu əleyhi və səlləmin. Və yaxud da ki, hər ayın hicri təqvimə görə hər ayın 13, 14, 15-ci günləri tutmaq yenə böyük savabdır. Və yaxud da ki, məsələn, xüsusi günlər var ki, Məhərrəmin ilk 10 günündə tutaq ki, və yaxud da ki, məsələn, Zilhiccə ayında və yaxud da ki, digər başqa günlərdə oruc tutmaq fəzilətlidir, savabdır. Yəni oruc zaten və bizdən əvvəlki ümmətlərdə də olan bir ibadətdir. Yəni Yəhudilərdə də məsələn 3 gün tutulan oruclar var və yaxud da ki, digər başqa günlərdə tutulan oruclar var. 5-ci gün onların tutduğu oruc var. Ona görə yəni oruc ibadəti zaten indiyə qədər, yəni İslama qədər, 7-ci əsrə qədər digər ümmətlərdə də olan bir ibadət idi. Və burada orucun məqsədini Rəbbimiz bizə necə buyurur? Deyir ki, oruc tutun ki, bəlkə, yəni sizdən əvvəlkilərə vacib edildiyi kimi sizə də vacib edildi ki, bəlkə pis əməllərdən çəkinəsiniz. Bunun ərəbcəsi odur ki, yəni bəlkə təqvaya varasınız, təqvalı olasınız. Təqvanın nə olduğunu iləriki şeylərdə izah eləməyə çalışacağam inşallah. Demək ki, oruc tutmağın məqsədi nədir? Təqvaya çatmaq. Yəni umulur ki, təqvaya çataq. Bunun məqsədi budur. Yəni Ramazandan dediyim kimi Rəbbimiz bunu fərqləndirir. Digərində nə deyir? Burada daha belə texniki məsələlərdən danışır ki, neçə gün oruc tutmalısınız, oruc tuta bilməyəndə nə etməlisiniz? Taqəti olmayanlar bir kasıbı yedirtməklə fidyə verməlidirlər. Burada yenə ərəbcəsində çox maraqlı bir nüans var ki, kasıbı yedirtməklə bağlı. İngiliscədə bir feeding var, bir də ki, ya da ərəbcəsində deyim, təam. Yəni feeding o deməkdir ki, o məhsul sənindir, pul sənindir, yemək sənindir və sən öz malından xərcləyib kimisə yedizdirirsən. Bu, yəni sən öz elə bil daha səxavətli davranırsan. Bir də var ki, zaten səndə digər insanların haqqı var. Yəni bir kasıbın yeməsinin, o yemək haqqı zaten səndədir. Rəbbin onu sənə verib, sənin əlinlə onu kasıba çatdırmaq istəyir və yəni həmin yemək kasıbın zaten öz haqqıdır. Sən sadəcə o haqqı ona vermiş olursan. Yəni bu ayədə Rəbbimizin buyurduğu sırf budur. Yəni o zəngin olanlar və yaxud da ki, oruc özü tuta bilməyənlər zaten kasıbın haqqı olanı özünə verməklə mükəlləfdirlər, özləri tuta bilmirlərsə. Amma Rəbbimiz buyurur ki, siz özünüz tutsanız, bu sizin üçün daha xeyirlidir. Və sonra gəlir 185-ci ayədə Allah Ramazan barədə danışır. Yəni orucu artıq bir kənara qoyur. Deyir ki, Ramazan nədir? Ramazan
Quranın endirildiyi aydır və Quranın burada 3 dənə funksiyasından bəhs edir Rəbbimiz. Biri nədir? İnsanlara doğru yol göstərən, sonra bu yolu haqq və batildən ayırd edən açıq-aydın dəlillər olan, bir də ki, ümumiyyətlə bu ayırd etmə məsələsi. Yəni Quranın Furqan funksiyasını izah eləyir Allah. Bunu da inşallah o 3 dənə fərqli funksiyasını da danışacağıq. Və sonra nə deyir? Sonra deyir ki, yenə də neçə gün tutulmalıdır və Allah deyir ki, Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir. O istəyir ki, siz müddəti buraxdığınız günlərin orucunu tamamlayasınız və sizi doğru yola yönəltdiyinə görə onu uca tutasınız, bəlkə şükür edəsiniz. Deməli, bütün bunları elədikdən sonra yenə digər bir məqsədimiz odur ki, bəlkə şükür edən bir qul olaq. Oruc tutduğumuz təqdirdə insanın o nəfsinin necə balacalaşdığını, necə acizliyini nə qədər hiss elədiyini və bir çox hallarda, yəni Azərbaycanda daha çox bilinən budur ki, məsələn, niyə oruç tuturuq? Kasıbların halından anlamaq üçün. Və bu kasıbların halından da anlayıb, həqiqətən də Rəbbimizə belə dərindən bir şükür duyğusu bizdə formalaşır. Ramazanın sonunda artıq o qədər nəfsimiz tərbiyə olunduğuna görə Allah bizə buyurur ki, yəni bunları etdikdə bəlkə şükür edən qullardan olarsınız. Və burada yenə başqa bir maraqlı məqam var ki, normalda məsələn yəhudilərdə və yaxud ki digər ümmətlərdə olan oruc savm adlanır. Bizim orucumuz siyam adlanır. Siyam savmın daha asanlaşdırılmış versiyasıdır. Yəni savm məsələn yəhudilər tutaq ki 3 gün oruc tuturdularsa, burada həmin oruc vaxtı başqa digər məsələn çimmək olmazdı, nə bilim ətir vurmaq olmazdı. Ondan sonra dəri ayaqqabı geyinə bilməzdilər və digər bir çox qadağalar var idi onlar üçün. Amma bizim orucumuz elə deyil. Yəni siyam sadəcə məsələn bilirik ki, sahur vaxtından iftara qədər bir şey yeyib içmirik. Halal olan su belə bizə artıq həmin dövrdə haram olur və bu şəkildə orucumuzu tamamlamış oluruq. Təbii ki, burada şeylər də var ki, o mənəviyyatı daha da zənginləşdirmək üçün, orucdan tam belə nə deyək, fayda götürmək üçün bizə tövsiyə olunur ki, sadəcə mədənizlə oruc tutmayın. Məsələn, qulağınızla da oruc tutun, gözünüzlə də, harama baxmayın, haram dinləməyin, haram danışmayın, çox dünyəvi məşğuliyyətlərlə məşğul olmayın ki, sadəcə yəni mədənizlə yox, bütün orqanlarınızla tutun. Amma məsələn, kimsə yəni qeybət edir deyə onun orucu batil olmur. Təbii ki, onun fəzilətinə, onun faydasına ziyan gəlir, amma bu onun orucunu batil eləmir. Yəni bu mənada asanlaşdırılıb bizim üçün oruc. Amma yenə də 30 gün, yəni digərləri daha az tuturdusa və yaxud da ki, məsələn, bayaq araşdırırdım, yəhudilərdə elə oruclar var ki, 12-14 saatlıqdır. Yəni tam günü tutmurlar və yaxud da ki 25 saatlıq oruclar var, hansı ki bizdən biraz fərqlidir. Amma bizdə 30 gün boyunca və ya 29 gün boyunca hər gün tutmalısan və tutmadığın günlərdə də mütləq sonradan onu tutmalısan. Yəni elə bir şey yox. Məsələn, qadınların özəl halları olur da. Həmin vaxtı biz namaz qılmırıqsa, tutaq ki, sonradan bunu yenidən namaz qılmağa ehtiyac yoxdur. Amma qadınlar da sırf o menstruasiya olduğu günlərin müddətincə sonradan mütləq şəkildə orucu tamamlamalıdırlar. Yəni 30 gün hər bir insan tutmalıdır. Ona görə bu baxımdan əslində biraz daha belə çətindir. Bunun niyə belə olduğunu da inşallah izah eləyəcəm. Deməli, sonra qullarım, bu ən yaxşı, ən maraqlı məqamlardan biri də yenə bu dua ilə bağlıdır. Bunu da inşallah izah eləyəcəm ki, Rəbbimiz burada necə buyurur. Və Allah buradakı bu oxuduğum 186-ya qədər oxuduğum ayələr daha çox bizim öz nəfsimizlə bağlıdır. Yəni mən öz şəxsi inkişafıma görə, Allahla yaxınlığıma görə daha çox bunlara əməl eləməliyəm. Ondan sonra Allah keçir ailə həyatına, ər-arvad arası olan münasibətə. Normalda biz yəni düşünə bilərik ki, Ramazanda tutaq ki, ər-arvad bir-birinə ümumiyyətlə yaxın durmamalıdır, ailə həyatın yox, əsas Allaha fokuslanmalısan, bütün gün məscidə getməlisən, ondan sonra ancaq ibadət eləməlisən, zikr eləməlisən. Amma Allah üçün, yəni bu bizim düşüncəmizə görə belədir. Rəbbimiz üçün bu belə deyil. Yəni çünki Rəbbimiz bilir ki, yəni bizim Allah elə bil daha geniş şəkildə bizim baxmağımızı istəyir məsələlərə. O bilir ki, yəni sadəcə şəxsi inkişafla insanlar harasa çata bilməz. Yəni mən şəxsi inkişafımı niyə eləyirəm? Daha faydalı, daha xeyirli, daha möhkəm bir ailə həyatım olsun deyə. Niyə daha möhkəm bir ailə həyatım olmalıdır? Cəmiyyətdə daha güclü
fərdlər, daha güclü müsəlmanlar olaq deyə. Çünki nə qədər biz özümüz güclü olsaq, bizim ailəmiz o qədər güclü olacaq. Ailəmiz nə qədər güclü olsa, cəmiyyətimiz o qədər güclü olacaq və beləliklə biz dünyanı daha asan, daha yaşanıla bilən bir yerə çevirəcəyik. Yəni baxın, yəni bir oruc tutmaq və yaxud da ki, bir Ramazanı düzgün şəkildə keçirmək şəxsi məsələdən tutun, toplumsal, ictimai və ailəvi məsələlərə qədər bir çox şeyi əhatə eləyir. Hansı ki, məsələn 188-ci ayədə də Rəbbimiz daha çox ictimai bir məsələ olan şeydən danışır, rüşvətdən danışır, haqq yeməkdən danışır, tərəzidə o əyrimçilik eləyən insanlardan danışır ki, deyir ki, məsələn, haram olanı yeməyin, cəmaatın malının bir qismini bilə-bilə günah yolu ilə yeyəsiniz deyə hakimləri ələ almağa çalışmayın, yəni onlara rüşvət verməyin. Deməli, belə, bu əsas danışacağım şeyin daha belə introduction idi deyək, giriş hissəsi idi. Aha, deməli, keçək bu ikinci hissəyə. Əslində Ramazana baxdıqda, yəni Ramazan qeyd elədik ki, nədir? Ramazan Quranın endirildiyi aydır. Yəni mənim üçün Ramazan gəlir deyəndə nəyi əslində nəzərdə tuturuq? Yəni mən Quranla daha çox haşır nəşir olacağam. Quranla əlaqəmi daha çox artıracağam və beləliklə Rəbbimə daha da yaxınlaşacağam. Çünki məsələn İslamın 5 dənə şərti var da bilirik ki, nə idi? Kəlmə-i şəhadət, namaz, oruc, həcc və zəkat. Bunların hər birinə baxdıqda əslində görürük ki, bunların heç biri yenidən kəşf olunmuş və yaxud da ki, sırf İslamdan sonra fərz olunmuş ibadətlər deyil. Yəni bunlar bizdən əvvəlki ümmətlərdə də olan ibadətlərdir və xüsusilə Ramazan və yaxud ki, İslam Həzrəti İbrahimin dinin, Həzrəti İbrahimin duasının qəbul olunmuş bir formasıdır deyə bilərik. Həzrəti İbrahim məsələn vaxtına baxsaq, o da zaten tək Allahlılığı müdafiə eləyirdi, yəni Allaha şəhadət gətirirdi. Sonra o da namaz qılırdı. Onun duası məni namaz qılanlardan et idi məsələn. Bəqərə surəsində keçir, səhv eləmirəmsə. Sonra zaten Kəbəni oğlu İsmaillə birlikdə tikir və həccə aid olan bütün şeyləri, yəni onun daha çox əsasını qoyur, həcclə bağlı olan. Sonra zəkat İbrahimin öz ailəsinə öyrətdiyi sədaqə mədəniyyəti var idi. Və İbrahim peyğəmbər İsmaillə o Kəbəni tikdikdən sonra Allaha dua edir ki, ey Rəbbimiz, onlara özlərindən bir peyğəmbər göndər. Dua eləyir və deyir ki, onları, yəni mənim nəslimdən gələnləri namaz qılanlardan et, yəni və yaxud da ki, onlara ayələrini çatdıran bir peyğəmbər göndər. Və bilirik ki, elə bil Həzrəti İbrahimin soyundan 2 peyğəmbər gəlib. Yaqub peyğəmbər, daha doğrusu İshaq peyğəmbər və İsmail peyğəmbər. Sonra İshaq peyğəmbərin soyundan Həzrəti Yaqub, Yusif və digər bütün peyğəmbərlər daha çox İshaqın soyundan gəlir. İsmailin soyundan isə, yəni uzun müddət heç bir peyğəmbər gəlmir. Ta ki peyğəmbərimizə qədər, Həzrəti Muhammedə qədər, sallallahu əleyhi və səlləmə qədər. Yəni sırf elə bil ki, İbrahim peyğəmbərin duasının tam son olaraq tamamlanışı Ramazan vasitəsilə olur. Niyə Ramazan vasitəsilə? Dediyim kimi, qeyd etdik ki, Quran sırf bu həmin ayda endiyinə görə, yəni Allah elə bil İbrahim peyğəmbərin duasını qəbul edir və İslamı göndərir və bizi İslamla şərəfləndirir. Aha, tikərkən dua etmişdi. 1000 illər sonra Ramazan ayında Muhammed sallallahu əleyhi və səlləmə Quranın nazil olması məhz həmin o qədim duanın cavabıdır. Bu arada peyğəmbərimizin adı gələndə salavat çəkməyi unutmayın. Peyğəmbərimiz elə özü buyurub ki, sallallahu əleyhi və səlləm, insanların ən xəsisi kimdir? Onun adı gələndə Allaha salavat, yəni Allah salam göndərməyəndir. Ona görə mütləq şəkildə sallallahu əleyhi və səlləm və ya ki, aleyhissalatu vesselam bir şəkildə, yəni ona salam göndərməyi unutmayın. Bayaq qeyd elədiyimiz kimi, dediyim kimi, Ramazanın və orucun məqsədini Rəbbimiz ayırıb Quranda. Orucun məqsədi nədir? Qeyd elədiyimiz kimi, Allah Quranda orucun məqsədi ilə Ramazanın məqsədini bir-birindən ayırır. Orucun məqsədi təqva, yəni özünü qorumağı əldə etməkdir. Ramazanın məqsədi nədir? Quranın endirildiyi aydır və Quranın da digər 3 məqsədindən danışacağıq. Və niyə məsələn Rəbbimiz bizdən qorunmağımızı istəyir? Yəni niyə təqvalı olmağımız önəmlidir və yaxud da ki, oruc vasitəsilə biz necə təqvanı əldə edə bilərik? Əvvəlcə təqvanın nə olduğunu deyim, ondan sonra bunu sizdən soruşaram, görüm yəni beyninizdə əlaqələndirə bilirsinizmi? Təqva ümumiyyətlə qorunmaq deməkdir. Yəni günahlardan çəkinmək, qorunmaq və tədbir almaq. Yəni bir insan məsələn evdən çıxarkən pəncərəsini yoxlayırsa, məsələn ütünü yoxlayırsa, məsələn qazın bağlı olub olmamasını yoxlayırsa, qapını bağlayırsa, bu insan təqvalı, yəni o kontekstdə təqvalı insan olmuş olur. Çünki qorunur.
Yəni tədbirini əvvəlcədən alır və yaxud da ki, məsələn, evdən çıxarkən uşağın kimsə ana və yaxud da ki, ata uşağına deyir ki, uşaq evdə tək qalıbsa, qapını heç kimə açma. Çünki bilir ki, yəni açsa artıq o eee, açan insana qarşı uşağın müdafiəsi enir və özünü qoruya bilməz. Ona görə əvvəlcədən deyir ki, yəni özünüzü qoruyun və yaxud da ki, Rəbbimiz Quranda buyurur ki, zinaya yaxınlaşmayın. Demir zina etməyin, zinaya yaxınlaşmayın. Yəni o zinaya gedən yolları da ümumiyyətlə deyir ki, bağlayın. Yəni daha təqvalı yanaşın. Ə, və yaxud da məsələn bəzən müsəlmanlar olaraq biz bir ortama giririk, görürük ki, nəsə o ortamın enerjisi tamamilə fərqlidir və haramlar daha çox işlənir o ortamda. Qəlbimizdə həmin anda bir narahatlıq hiss edirik ki, əslində yox, mən burada olmalı deyiləm, bu mənim yerim deyil. Amma düşünürük ki, əşi bir dəfədən nə olar, qoy bir dəfə şey edeyim, sonra bir də gəlmərəm də. Elə düşünürük və bir müddət sonra artıq görürük ki, həmin yer bizim üçün adiləşib və e, biz ora getməyə davam eləyirik. Yəni o təqvamızı itirdiyimiz təqdirdə o qorunma duyğusu əslində bizim fitrətən qəlbimizə verilmiş bir şeydir. Amma biz onu uje adiləşdirəndə, bir şeyi davamlı eləyəndə o təqva duyğumuzu artıq itiririk. Artıq günahlar bizim üçün adiləşir və bir müddət sonra heç nəyinsə günah olduğu, olub olmadığını belə nəzərə almırıq. Yəni artıq bütün hərəkətlərimiz avtomatlaşır, adiləşir. Yəni artıq mən bir hərəkət eləyəndə, bir əməl eləyəndə bunun Allah qatındakı dəyərini ölçmürəm öz gözümdə. Əsas deyirəm ki, bu mənim nəfsimə xoş gəlirsə, mən bunu eləməliyəm. Məsələn, xanımlar düşünür ki, məsələn, dırnaqlarımı uzatmaq mənim üçün qəşəngdir, ona görə mən bunu uzadıram. Artıq onun ilahı da bir müddət sonra Allah yox, öz Rəbbi olur. Yəni öz nəfsini, öz Rəbbi dediyim, yəni öz nəfsi olur. Yəni çünki öz nəfsinin istədiyi kimi yaşamağa başlayır və beləliklə, yəni təqvanı da itirmiş olur. Təqva ərəb dilindəki viqayə sözündən gəlir. Süleyman bəy daha yaxşı bilər o ərəb dilini bildiyi üçün. Yəni onun da mənası dediyim kimi qorunmaq deməkdir. Və ümumiyyətlə tədbir görmək istənilən hər şeyə qarşı. Burada da məsələn nümunələr yazılıb ki, təhlükəli yolda avtomobili ehtiyatla sürmək təqvadır. Qapını bağlayıb evini qorumaq təqvadır və digər ağlınıza gələn digər nümunələr. Və biz də qeyd elədik ki, orucu ona görə tuturuq ki, təqvalı olaq. Günahlardan daha çəkinən, qorunan bir formaya gəlib çataq. Sizcə bunu oruc necə təmin eləyir? Yəni bunu bizə necə qazandırır? Bunu necə əlaqələndirərsiniz? Biraz sizdən də sorur. Yəni heç düşünmüsünüz bu barədə ki, mən oruc tutmaqla necə daha təqvalı bir insan ola bilərəm? Yəni buradakı məntiq nədir əsas? Yaza bilərsiniz ya da dediyim kimi səsinizi açıb deyə də bilərsiniz. Aha, Günay buyur. Mən bunu özümdə bu cür fərqləmişəm. Oruç tutanda axı insan biraz halsız olur. Hı -hı. Bir də insani bir ehtiyacdır. Mədəyə fokuslanır, aclığa fokuslanır. Ona görə digər nəfsi istəklər istər-istəməz ikinci plana düşür. Artıq halsız olursan, hansısa məsələn çölə çıxıb gəzməyə, hansısa bir günah ortamına falan, artıq həvəsin qalmır. Oruc məncə o həvəsi öldürür halsızlıq sayəsində. Bilmirəm, mən belə fərqinə varmışam. Hı -hı. Hə, bəli. Demək olar ki, cavabladın. Təxminə də deyir ki, oruç tutanda hətta halallardan belə imtina etdiyimiz halda haramlardan imtina bizə rahatlaşır. Nəfsimizlə daha çox mübarizə aparırıq. Hı -hı. Başqa fikri olan, bunların kənarında fikri olan varsa buyursun. Biraz da gözləyim. Tamam. Deməli, oruç tutanda, hə, təxminənin və Günayın da dediyi kimi biz Allahın buyurduğu halallardan belə uzaq durmuş oluruq. Yəni normalda su içmək, nə bilim, yemək yemək, halal yeməklər yemək halaldır da bizim üçün. Amma Rəbbimiz Ramazanda bunu bizə qadağan eləyir. Yəni deyir ki, sən sırf mənim əmrimlə sahur vaxtından iftar vaxtına qədər heç bir şey yeyib içə bilmərsən və hətta adi su belə və Ramazan boyunca bizim elə bil bədənimiz Allaha qarşı bir növ üsyankarlıq eləmək istəyir də. Yəni davamlı məsələn yemək görəndə nəfsimiz, mədəmiz ona ehtiyac hiss eləyir ki, mən bu yeməyi yemək istəyirəm də. Amma qəlbimizdə bir şey var ki, onun adı imandır. Yəni o mədəmizi və yaxud ki bədənimizə deyir ki, sən dayan.
Bunu istəsən belə nəfsə, yəni nəfsə deyir ki, dayan, sən bunu istəsən belə axşama qədər icazə yoxdur buna. Yəni bir növ elə bil imanımız nəfsimizin önünə keçmiş olur və beləliklə bu ilk qazancı burada əldə eləmiş oluruq. İkinci qazanc odur ki, təxminə də yenə buyurdu ki, yəni deməli Ramazan boyunca biz halallardan belə uzaq dururuq da. Yəni düşünün ki, bunu əsgərliyə gedən bir insanla əlaqələndirsək, məsələn, əsgərliyə gedəndə insanlar nə edir? Silah, sursat yığmağı öyrənir. Ön cəbhədə bəziləri durur. Yəni düşmənlə bəzən vuruşurlar. Müharibə olursa, düşmənlə vuruşmağa məcbur olurlar və digər çox çətin təlimlərdən keçirlər də. Yəni əsgərlik boyunca yeməkləri, içməkləri pis olur, yatdıqları yer pis olur. Gün ərzində bütün disiplinə uymaq məcburiyyətində qalırlar. Tez yatırlar, tez dururlar. Yəni bütün həyatları idarə olunur. Və onlar çox çətin o təlimdən keçdikdən sonra gəlib tutaq ki, hansısa məhəllədə iki dənə oğlanın bir-biri ilə savaşdığını görsə, bu onlar üçün belə uşaq oyuncağı kimi görünür də. Yəni böyük bir şeymiş kimi artıq ona baxmırlar. Eyni qaydada Ramazanda da bu keçərlidir. Yəni Ramazanda insan ən deyək insanı həyatda saxlayan iki dənə ən böyük şey vardır. Biri aclıq, biri susuzluq duyğusudur. Və ümumiyyətlə üç dənə duyğumuz var ki, onları idarə etməyi öyrəndiyimiz təqdirdə digər duyğularımızı, digər hallarımızı idarə etmək daha da asanlaşır. Bunlardan birini qeyd elədik ki, aclıq və ya susuzluq duyğusudur. Digər ikisi sizcə nədir? O hansı duyğulardır ki, onları idarə etməyi öyrəndiyimiz təqdirdə digər duyğularımızı idarə etmək daha da asanlaşır bizə. Və sadəcə oruç tutub, amma digər ibadətləri etməyəndə də bu qayda keçərlidirmi? İman bəs necə olur? Hı -hı. Bəli, biri şəhvətdir. Onu deyəcəm inşallah Rabia xanım. Biri şəhvətdir, digəri isə, digəri hansı duyğudur? Qüvvə-i qəzəb, yəni hə, qüvvə-i şəhvət, bəli. Qəzəb, şəhvət və aclıq duyğusu. Yəni insanın idarə etməkdə ən çətini çəkdiyi duyğular bu üç duyğudur. Və hansı ki, insan bu duyğularını idarə etməyi öyrənəndə, digər məsələn həyəcan duyğusu olsun, nə bilim təşviş duyğusu və sevinc, kədər, digər ağlınıza gələn hansı duyğular varsa, artıq onu idarə etmək çox daha asanlaşır. Yəni bu üç duyğunu idarə etməyi öyrəndiyi təqdirdə. Və zaten Ramazan sırf bizə bunu öyrədir. Yəni o oruç tutduğumuz təqdirdə zaten şəhvətdən uzaq durmalıyıq. Ondan sonra qəzəblənə də bilməliyik. Yəni və insanın da halı olmur zaten. O qədər ac hiss eləyirsən ki, sadəcə mədən haqqında düşünürsən. Ona görə qəzəblənməyə halın da olmur. Və zaten ac da qaldığın üçün aclıq duyğusunu da bir növ elə bir kontrol altına almış olursan və beləliklə dediyim kimi digər duyğuları idarə etmək sənin üçün daha da asanlaşır. Oruç tutarkən, yəni burada da qeyd olunub ki, bədənimiz su və yemək deyə qışqırır. Bu ən təbii və güclü sağ qalma instinktidir. Və biz sırf Allah üçün yox deyirik həmin şeyə. Yəni imanımız dediyim kimi nəfsimizin önünə keçir. Və məntiq, əgər siz ən güclü bioloji ehtiyaclarınıza, yəni su və çörəyə qalib gələ bilirsinizsə, yalan danışmaq, qeybət eləmək, insanların haqqına girmək, deyək, harama baxmaq kimi daha kiçik istəklərə qalib gəlmək bizim üçün daha belə uşaq oyuncağına çevrilir. Ona görə Allah bizi, yəni 30 gün bir ağır bir təlimdən keçirir bütün müsəlmanları və hər il bunu təkrarlayır. Yəni buna oruca bu istiqamətdə baxdıqda, orucun mənasına və yaxud da ki, məsələn, Peyğəmbərimizin bilirik də, sallallahu əleyhi və səlləmin hədisi var ki, o deyir ki, ümumiyyətlə yaşı çatanlar və evlənsin, əgər ümumiyyətlə yaşınız çatırsa və imkanınız varsa evlənin, evlənə bilməyənlər də oruc tutsun. Çünki o şəhvəti qıran ən güclü vasitədir. Yəni görürük ki, digər yəni hədislərdə də peyğəmbərimiz bunu vurğulayır sallallahu əleyhi və səlləm ki, oruc yəni şəhvət duyğusunu da kontrol altına almaq üçün çox yaxşı bir vasitədir. Yəni bunu elədiyimiz təqdirdə dediyim kimi artıq digər haramlar, digər günahlar bizim üçün onları idarə etmək bizim üçün daha da asanlaşır və beləliklə biz təqvaya daha da yaxınlaşmış oluruq. Düşünün ki, yəni məsələn də idman zalında 50 kiloqramlıq bir şeyi qaldıran insan artıq 5 kiloqramlıq nəyisə qaldırmaq onun üçün dediyim kimi çox asan bir şeyə çevrilir. Yəni oruc da sırf bizə bu qabiliyyəti qazandırır, mənəvi əzələlərimizi gücləndirir. Bir də burada bir şey qeyd eləmək istirdim, unutdum amma nəsə yadıma düşsə deyərəm. Sonra Ramazanın qəlbi Quranın endiyi ay. Ramazanın əsl tərifi aclıq ayı deyil, bayaq da qeyd elədiyi kimi. Ramazan insanların yolunu tapan Quranın endirildiyi aydır. Yəni normalda əgər Ramazanı ümumiyyətlə
bütün bəşəriyyətin tarixini bir ömrə, insanın ömrünə bənzətsək, Ramazan orada sadəcə bir saniyə, bir salisə kimi gəlib keçən bir aydır da. Amma bu ay bütün insanların tarixini, bütün bəşəriyyətin tarixini dəyişdirib. Yəni düşünün ki, e, yəni bir İslamdan əvvəl, bir də İslamdan sonrakı həyatı araşdırsanız, onun fərqini görərsiniz ki, yəni Ramazan və İslam ümumiyyətlə bəşəriyyətə nələr qazandırıb da. İndi hal-hazırda bütün dünyada gedən prosesləri əgər izləyirsinizsə, məsələn bu Epstein sənədlərini filan nəzərdən keçirmisinizsə, görürük ki, yəni, İslamsız bir həyat insana nələri elətdirir. Yəni İslam bir insanın həyatında olmayanda, bir insanın həyatında hidayət olmayanda, Allaha yaxınlığı olmayanda, o ən çirkin, ən murdar işləri belə adi bir şey kimi eləyə bilir. Hətta bunu digər bir əksə gedib bunu ibadət kimi eləyə bilir. Hansı ki, yəni şeytana ibadət etmək istəyən insanlar artıq başlayır o şəkildə işlər görməyə və bu bizi Tin surəsində keçən heyvandan belə daha aşağı səviyyəyə gəlib çatdırır. Yəni Ramazan bizi insanlığı mələklərdən belə üstün bir səviyyəyə qaldıran aydır. Əgər həqiqətən də ona uyğun şəkildə davransaq. Hə, bir də onu qeyd etmək istəyirdim ki, amma yəni oruç tutan insanlara baxanda həqiqətən də bu bayaq qeyd etdiyimiz şeyləri onlarda görürükmü? Yox. Məsələn, mənim tanıdığım o qədər elə insanlar var ki, 50-60 yaşına çatıb, hələ də məsələn söyüş söyür, hələ də əsəblərini kontrol eləyə bilmir. Məsələn, yolda maşın sürəndə qarşıdakı insana ağzına gələni deyir və yanındakı insanların varlığını heç vecinə belə almır. Və yaxud da ki, elə insanlar var ki, yenə də yəni böyük insandır, baxırsan ki, amma harama baxır. Danışdığı söhbətlər çox ucuz söhbətlərdir. Haramdan haram yeyir, kiminsə başqasının çox rahatlıqla haqqına girir. Amma zahirdə baxırsan ki, bu insanlar tutaq ki, Ramazan da gələndə oruç tuturlar. Hətta yəni bu kommunist beyinli insanlar var ki, Ramazan boyunca oruç tutur, Ramazan bayramında içki ilə yəni bayramını neyinir, qeyd eləyir. Yəni bu insanlara məsələn baxanda görürük ki, bunlar Ramazanın, orucun olsundan, rızsından belə nəsibini almayan insanlardır da. Yəni normalda çünki bizim ac qalmağımızla Allaha heç bir şey biz qazandırmış olmuruq. Və yaxud da ki, mən namaz qılmağımla mənim bu ibadətlərimlə Allaha heç bir şey olmur. Yəni mən namaz qılmasam da Allah ən ucadır. Mən ibadət etməsəm də bütün həmdlər Allaha məxsusdur. Amma Allah bizə bunları etməyimizi istəyir ki, biz özümüzdə o daxili transformasiyanı keçirək. Yəni bayaq dediniz, Ramazan yenilənmə ayıdır, transformasiya ayıdır, çevriliş ayıdır. Yəni sırf bunları etdiyimiz təqdirdə həqiqətən də çevriliş ayı olur. Yoxsa dediyim kimi mən haramdan gözümü, qulağımı çəkindirmirəmsə, mən Quranla əlaqəmi gücləndirmirəmsə, mən orucu bu kontekstdə ələ almıramsa, sadəcə ac qalmaq kimi başa düşürəmsə və iftar vaxtını düşünürəmsə, və yaxud da ki, bəzi insanlar var ki, əvvəllər o Facebookda izləyirdim, şey deyirdi, Ramazan gəlmədən 30 gündə iftar süfrəsini, iftar dəvətlərini paylaşırdı ki, filan gün filan şeyin iftarına gedəcəm, Behman gün başqasının iftarına gedəcəm. Yəni baxırsan ki, Ramazanı sadəcə iftarlardan ibarət bir ay kimi düşünür, belə bir müftə yemək kimi düşünür. Ona görə və yaxud da ki, qadınlara baxırsan ki, bütün günü mətbəxdən çıxmırlar. Qonaq çağıracaqsa, kimisə iftara dəvət edirsə, 5 cür yemək hazırlayır və həmin gün demək olar ki, sadəcə yemək bişirməklə keçir. Halbuki bu ay yemək üçün göndərilməyib, yəni. Yemək minimum səviyyədə olmalıdır. Sadəcə bir və yaxud da iki növ yemək bəs eləyir. Çünki bizim məsələn burada fizioloji psixologiya dərsini keçəndə hocamız demişdi ki, əgər siz gün ərzində çox Quran oxusanız, yəni Quran sizin həyatınızın mərkəzində olsa və davamlı o ibadəti həyatınızın dediyim kimi hər anında eləsəniz, gecə artıq daha az yatmağa ehtiyac duyacaqsınız. Yəni imanımızın, biz qəlbimizin ehtiyaclarını, ruhumuzun ehtiyaclarını doyuzduranda bizim dünyəvi ehtiyaclarımız avtomatik aşağı düşür. Məsələn, bəzi insanlara baxırsan, yəni günah işləmədən dura bilmir də, yəni günahdan zövq alırlar. Halbuki biz Quranı dediyim kimi həyatımızın mərkəzinə gətirəndə bir müddət sonra artıq Allaha ibadət etməkdən zövq alan bir hala gəlirik. Çünki elə olmasa heç kim, yəni Allahın yolunda uzun müddət davam edə bilməz də, heç kim dərinləşə bilməz. Yəni əgər namaz qılmaq bir insana zövq verməsə, Allahı tanımaq, o fərqindəliyinin artması, hikmətinin artması bir insana zövq verməsə, dediyim kimi, yəni bu sadəcə Allahın əmridir deyə eləmək bir insan üçün çox çətinləşir. Əslində bu Rəbbimizin eyni zamanda rəhmətidir ki, bizə bu ibadətləri eləyəndə bir
zövq verir. Və dediyim kimi, yəni Quranla haşır nəşir olduğumuz təqdirdə, Quran həqiqətən bizim həyatımızın mərkəzində olduğu təqdirdə ki, bu öz həyatımdan və digər burada tanıdığım nə qədər insanın həyatından təcrübə etdiyim bir şeydir ki, dünyəvi digər şeylərdən sən həzz almırsan artıq. Sənə belə çox çirkin gəlməyə başlayır. İndi Quranın o Furqan şeyini deyəndə izah eləyəcəm ki, artıq haqq və batil sənin üçün tamamilə bir-birindən ayrılır. Dediyim kimi, haqqa qarşı sevgin artır və batildən nifrət eləyirsən. Və batili də görən kimi ayırd eləmə bacarığı, bəsirət və fərasət verir sənə Allah. Artıq hadisələrə daha hikmətlə yanaşmağa bacarırsan. Ya düşünün ki, Ramazan olmasaydı biz bu nemətlərin heç birini əldə edə bilməzdik. Yəni Quran gəlməzdi də. Yəni o qədər böyük bir nemətdir ki, yəni orucun hər bir günündə oruc tutmasanız belə, yəni bu fərqindəlikdə olmaq sizi əmin edirəm ki, yəni tamamilə belə fərqli perspektivlər qazandıracaq. Siz artıq sadəcə belə ac qalmayacaqsınız da. Yəni siz özünüzü belə seçilmiş bir insan görəcəksiniz ki, bu qədər çirkinliyin, bu qədər iyrəncliyin arasında, bu qədər qulların 8 milyard insanın arasında seçilən mənəm. Yəni Allaha ibadət etmək üçün Allah məni seçib. Hidayətə layiq görüb məni. Bu qədər dediyim kimi insanın içində və Azərbaycanda məsələn bəzi insanlara baxırsan, bu hicabın qadağan olunmasını deyən insanlara baxırsan məsələn, onların dünya görüşünə baxırsan, zehniyyətinə baxırsan ki, yəni nəsə deyə də bilmirsən də, yenə nə qədər cahil olduqlarını görürsən və düşünürsən ki, mən də o səviyyədə ola bilərdim. Yəni məni o səviyyədən müsəlman olaraq şərəfləndirən, yəni Rəbbimə həmd olsun. Burada artıq əlhəmdülillah deyəndə bütün zərrələrinlə əlhəmdülillah deyirsən. Yəni Allah Sübhanallah deyəndə, Allahu Əkbər deyəndə həqiqətən o zikirlərin bütün belə zərrələrinlə mənasını başa düşərək bunu eləyirsən. Yəni Quran bizə həqiqətən də bunu qazandırır. Əgər Ramazana doğru şəkildə baxa bilsək həqiqətən də. Ona görə bu iftar, yəni bu Ramazan iftar süfrələrini saymayın, iftarda yeyəcəyiniz yeməklərin xəyalını qurmayın. Daha çox yəni digər dediyim kimi Qurana daha çox fokuslanmağa çalışın. Və Allahın bizimlə danışdığı sözləri düşünmək üçün cəhd eləyin. Çünki yəni ümumiyyətlə bir Quranın təfsiri var, bir də tədəbbür var. Yəni təfsir tutaq ki, hansı alimlərin eləyə biləcəyi bir şeydir də. Yəni ayələrin düzgün formada tərcüməsini, düzgün formada o konteksti nəzərə alıb izahını şey eləyən alimlər var da, bunu yəni daha çox elmi, daha çox bizdən çox olan alimlərimiz bunu eləyir. Amma tədəbbür hər bir müsəlmanın üzərində fərz olan bir ibadətdir. Tədəbbür nədir? Təfəkkür eləmək. Yəni Quranla şəxsi bir əlaqənin olması. Yəni Quran sadəcə xüsusi spesifik insanlara endirilmiş bir kitab deyil. Sadəcə mollaların kimsə öləndə oxuduğu Yasin surəsindən ibarət deyil. Servantın başına qoymaq üçün deyil. Kimsə evlənəndə gəlinin başının altından, başının üstündən daha doğrusu keçirilən bir kitab deyil. Yəni biz Quranı o qədər belə obyektləşdirmişik ki, o qədər onun dəyərindən qat-qat aşağı səviyyəyə endirmişik ki öz həyatımızda. Yəni bu Ramazan bunu dəyişdirməyə çalışaq da. Yəni dediyim kimi Ramazan bir insanın qəlbində və ağlında transformasiyaya səbəb olacaq, qəlbində inqilaba səbəb olacaq bir aydır. Yəni Quran normalda bizə bunu elətdirməlidir. Əgər bu bizim həyatımızda baş vermirsə, demək ki, o kontekstdən uzaqlaşmışıq və ora geri qayıtmalıyıq. Bayaq qeyd elədik ki, dediyim kimi də, yəni Ramazanın funksiyası nədir? Ramazan Quranın endirildiyi aydır. Quranın da Allah həmin Bəqərə surəsində 3 dənə fərqli funksiyasından bəhs eləyir. Bunlardan biri hidayət, biri bəyinət, yəni aydın dəlillər, digəri də furqandır, ayırd edən deməkdir furqanda. Hudan hidayət nədir? Hidayət odur ki, məsələn, Quranda bəzən bir ayə oxuyanda məsələn, çox keyfiniz heç yoxdur, böyük bir probleminiz var, böyük bir dərdiniz var, heç kimə danışa bilmirsiniz və həmin anda açırsınız Quranı, bir ayə oxuyursunuz. Məsələn, Həsbinallahu və ni'məl vəkil. Yəni Allah mənə yetər, o nə gözəl vəkildir. Yəni elə bilirsiniz ki, Allah həmin anda sırf sizinlə danışır. Həmin anda tam ehtiyacınız olan o ayəni sizin qabağınıza çıxarır da. Və yaxud da ki, başqa bir məsələdə hidayətə, rəhbərliyə ehtiyacınız var. Bilmirsiniz bunu necə eləyəsiniz. Elə belə açıb bir Quranın o hansısa səhifəsini açanda sırf görürsüz ki, sırf həmin ayədə, yəni Allah tam sənin istədiyin şəkildə danışır. Tam sənin ehtiyacın olan şeyi danışır. Bu artıq hidayətdir. Çünki biz məsələn insanlara adi, məsələn psixoloqlar, ən çox insanlar gedirlər kimlərə? Psixoloqlara öz dərdlərindən danışırlar. Amma yəni psixoloqlar belə ən yaxşı, empatiya səviyyəsi ən güclü olan psixoloq belə bir insanın qəlbinin tam dərinliklərində olan məsələləri bilə bilməz. Bir duyğunun ona nə qədər
əzab verdiyini və yaxud da ki, xoşbəxtlik duyğusunun ona tam olaraq necə sevinc verdiyini bir insan başqa bir insanda bunu tam olaraq təcrübə eləyə bilməz də. Tam olaraq onun halını görə bilməz. Amma yəni bizim hansı problemimiz varsa, hansı dərdimiz varsa, qəlbimizin dərinliklərində heç kimlə paylaşa bilmədiyimiz nələr varsa, bunu sadəcə Quran oxumaqla, yəni Rəbbimizlə danışmaqla, Rəbbimizin bizimlə danışmağına icazə verməklə, yəni həqiqətən insan görür ki, hiss eləyir ki, Allah həqiqətən var və Allah həqiqətən də onunla danışır. Yəni bunu Qurandan başqa, Allahdan başqa eləyə biləcək başqa bir insan yoxdur. Ona görə Quran sırf bizə onu verir. Və yaxud da ki, bəzən məsələn mən öz həyatıma baxıram ki, bəzən Allah üçün çox çalışmaq istəyirəm də, layihələr ortaya qoymaq, qızlarla görüşmək, onlarla nəsə danışmaq. Bu Qurana xidmət. Normalda biz Qurana xidmət eləməliyik də. Yəni insanları günahlardan, pisliklərdən çəkindirmək və yaxşılığa da yönləndirməliyik. Nə idi bunun şeyi ərəbcəsi? Ərəbcəsini bilən nəsə şey eləsin, yadımdan çıxdı mənim. Yəni bu peyğəmbərlərə verilmiş bir normalda vəzifədir, amma müsəlmanlara da verilib. Yəni son peyğəmbərdən sonra, sallallahu əleyhi və səlləmdən sonra günahdan çəkindirib yaxşıya yönləndirmək. Hə, normalda yəni biz bunu etməliyik bir müsəlman olaraq, amma bəzən bunu etməyə enerji hiss eləmirik. O səbrimiz çatmır və yaxud da ki özümüzü o səviyyədə görmürük, özümüzü yetərsiz hiss edirik, çox yorğun hiss edirik. Dünyanın yükü sanki bizim üzərimizdə olur. Həmin anda yəni Quran sırf bizim üçün dinlənmə yerinə çevrilir. Yəni komfort zonasına çevrilir ki, hansı ki mən orada artıq dincəlirəm. Bu Hudan hidayət idi. Digər məsələ nədir? Digər məsələ bəyyinət, yəni aydın dəlillər. Bir dəqiqə baxım. Hə, əmr bil maruf, nəhi anil münkər. Bəli, normalda bu bizim vəzifəmizdir, amma bunu etməyəndə də Quran bizim üçün o sığınacaq olur, yəni dinlənmə yeri olur. Aydın dəlillər nədir? Yəni Quran sadəcə bizim qəlbimizə nüfuz eləyən bir kitab deyil də. Yəni bizim onu oxuduğumuz təqdirdə ağlımız da tətmin olur. Yəni artıq biz doğrunu və yanlışı o bir-birindən ayıracaq səviyyədə ağlımızı tətmin edəcək bir bilgi qazanırıq, bir elm qazanırıq. Yəni bizim ağlımızı məntiqi şəkildə qane eləyir Quran. Ona görə və yaxud da ki, məsələn, elmdə bəzən şeylər olur, nələrsə tapılır, sonra görürük ki, bunun zaten açıqlaması Quranda var imiş. Və həmin anda görürsən ki, bu sadəcə Allah yaza bilərdi də bu kitabı. Yəni heç bir bəşərin yaza bilməyəcəyi bir kitabdır. Yəni onu həqiqətən də onda hiss eləyirsən və beləliklə bizim ağlımızda tətmin eləmiş olur və yaxud da ki, dünyada olan o prosesləri başa düşürük və yaxud da ki, bir ədəbiyyatçı Qurana baxdıqda ədəbiyyat görür, filosof baxdıqda fəlsəfə görür, riyaziyyatçı baxdıqda riyaziyyat görür və yaxud da ki, heç oxuma yazma bilməyən bir insan sadəcə Quranı açıb elə oxuyanda o da qəlbinə nüfuz eləyən, o özünə yaxşı gələn hansı ayələri görür, yəni Quranda. Ona görə, yəni o ağlını da tətmin eləyən bir kitabdır Quran insanın həm də. Bir də Furqan funksiyası var Quranın. Furqan nə deməkdir? O da haqqı batildən tamamilə ayıran deməkdir. Yəni sən artıq Quranla haşır nəşir olduqda dediyim kimi, Quranla əlaqəni artırdıqda nə baş verir? Sənin gözündə artıq haqq və batil bir-birindən tamamilə ayrılır. Sən dünyaya daha belə ya boz rənglərlə baxmırsan. Daha belə ağ və qara sənin üçün konkret olur. Bəzi insanlar məsələn deyir ki, müsəlmanlar sərtdilər, bəzi müsəlmanlar və yaxud da ki, sən necə belə əminliklə nədənsə danışa bilirsən, nəyin yanlış, nəyin doğru olduğundan. Ya bu qabiliyyəti həqiqətən insana elə bil Allah qazandırır. Sən onunla əlaqəni artırdıqca, o da sənə o dediyim kimi o bəsirət, fərasət, hikmət nemətlərini verərək, onu artıraraq səndə hadisələrə baxış bucağını tamamilə dəyişdirir. Siz Quranı oxuduqca o da sizi oxuyur və hər dəfə yeni bir möcüzə aşkar edirsiniz. Bir də ki, bilirik ki, hər peyğəmbərin özünün şeyi var da, Allah hər bir peyğəmbərə nələr verib, möcüzələr verib. Məsələn, İsa peyğəmbərin möcüzəsi nə idi? İsa peyğəmbərin möcüzəsi o idi ki, o şey eləyirdi, ölüləri dirildə bilirdi. Məsələn, Musa peyğəmbərin baxanda o əsanı Qızıl dənizi əsası vasitəsilə iki yerə ayırıb. Yəni bu da onun möcüzələrindən biridir. Məsələn, Davud peyğəmbər dəmiri əridirdi. Bu onun möcüzəsi idi. Süleyman peyğəmbər cinlərlə, quşlarla, heyvanlarla danışa bilirdi. Bunların hər birinə diqqət eləyəndə görürük ki, bunlar daha çox gözlə görünən möcüzələrdir. Yəni məsələn, mən Musa peyğəmbərin möcüzəsini görməmişəm.
görə də bilmərəm. Çünki o sadəcə o həmin anda yəhudilərə göstərilmiş, bir qrup yəhudiyə göstərilmiş bir möcüzə idi və o sadəcə sonradan tarixi mətnlər vasitəsilə nəsillərdən nəsillərə keçə bilən bir şeydir. Yəni mən indi o tekstləri oxuduqdan sonra başa düşürəm ki, Musa peyğəmbərin belə bir möcüzəsi var imiş. Amma bizim peyğəmbərimizin möcüzəsinə baxanda, hansı ki bilirik ki, Quran möcüzədir də. Yəni peyğəmbərimizin möcüzələrinin ən böyüyü Qurandır. Qurani-Kərimdir sallallahu əleyhi və səlləmin. Quranın möcüzəsi necədir? Yəni biz hər dəfə Quranı oxuyanda, Quran ilk dəfə enəndə zaten qulağa xitab edən bir kitab olub. Yəni peyğəmbərimiz dinləmə vasitəsilə Quranı dinləyib, yəni vəhyi o şəkildə qəbul edib və insanlara da o şəkildə çatdırıb. Yəni danışaraq insanlar başa düşüblər və bir müddət uzun bir müddət zaten Quran yazılı şəkildə olmayıb da. Səhabələrin dövründə başlayıb bu yazılı formaya keçməyə. İnsanlar yəni sadəcə dinləyərək ağıllarında şifahi şəkildə Quranı əzbərləyiblər və ümumiyyətlə bir şeyi dinləmək üçün, bir şeyin yadımızda qalması üçün nə etməliyik? Ona diqqət göstərməliyik. Məsələn, nəyisə baxanda mən ona diqqət verməyəndə də orada bir rəngləri filan görürəm. Yəni mənim gözüm o reseptorlar o şey rəngləri filan tutur. Amma nəyisə başa düşməyim üçün dinləyirəmsə, gözümün qabağında deyilsə, mütləq şəkildə mən diqqət verməliyəm. Yəni Quranın da elə bir o möcüzəsindən biri odur ki, mən hər dəfə Qurana diqqət eləyəndə, hər dəfə onu dinləyəndə, o mənim üçün təkrar-təkrar nazil olmuş olur. Təkrar-təkrar Allah mənə o mesajları vermiş olur. Və dediyim kimi hər bir insan bizim yaşadığımız həyat tərzindən asılı olaraq, bizim öz keçmişimizdən asılı olaraq, bizim problemlərimizdən asılı olaraq hər dəfə Qurana baxanda, hətta eyni insan illər ərzində eyni ayəyə baxanda belə fərqli mənalar görməyə başlayır. Və görürük ki, yəni Quran elə bir hər dəfə özünü yeniləyir də. Bu da Quranın möcüzələrindəndir. Və yaxud da ki, dediyim kimi, yəni elmdə sonradan kəşf olunan şeylərin Quranda çox rahatlıqla olması. Məsələn, Rumlar yenildi. Dünyanın ən çökək yerində yenildi ayəsi Rum surəsində o keçən. Məsələn, bunu peyğəmbərimiz öz ağlı ilə bilə bilməzdi də. O sadəcə Allahdan gələn bir şey ola bilərdi ki, bu da Quranın məsələn möcüzəsini göstərən bir şeydir. Və yaxud da ki, Əbu Ləhəb surəsinə baxanda Əbu Ləhəbin necə öləcəyini Allah Quranda qeyd edir. Əbu Ləhəb sırf Qurana qarşı çıxmaq üçün fərqli şəkildə şey deyə bilərdi. Məsələn, əlləri qurumadan, tutaq ki, və yaxud da ki, yalandan deyə bilərdi ki, mən Allaha inandım. Amma bunu demir. Yəni sırf Allah onu necə təsvir eləmişdirsə, eyni şəkildə ölür və eyni şəkildə heç bir dəfə belə Allaha inandığını ifadə etmədən ölür. Yəni bunu dediyim kimi sadəcə Allahdan gələn bir kitab ola bilərdi. Yəni bu şəkildə elə bir Quran bir növ özünü hər dəfə sübut etmiş olur. Bu da onun möcüzəsini göstərir. Və çətinlik vasitəsilə gələn asanlıq. Biz bayaq dedik ki, dediyim kimi, yəhudilər məsələn 3 günlük oruç tuturlar, 10 günlük oruç tuturlar. Normalda deyir ki, Allah sizin üçün ağırlıq deyil, yüngüllük istəyir. Bəqərə surəsində burada hansı ayədə keçir? Bir dəqiqə. Hə, bu 185-ci ayədir. Rəbbimiz deyir ki, Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir. Bəs burada düşünürük ki, axı 30 gün boyunca tutmaq o qədər də asan bir şey deyil. Yəni necə olur ki, özdə hər gün tutmalısan, tutmadığın vaxtlarda da yenidən tutmalısın. Hətta bilə-bilə orucu açdınsa, bunun qarşılığı 60 gün boyunca tutmalısan bir günün. Yəni belə baxanda çətin görünən bir şeydir də. Burada bayaq o əsgərlik nümunəsinə təkrar getsək, yəni dedik ki, Rəbbimiz bizi böyük bir təlimdən keçirir, ağır bir təlimdən keçirir. Çünki bizim bu dünyaya yaxşılıq və daha asanlıq gətirməyimizi istəyir Rəbbimiz. Yəni bu asanlıq bizim özümüz üçün yox, bizim bu mesajı daha asan şəkildə insanlara çatdıra bilməyimiz üçündür. Bir dənə cümlə var, deyir ki, güclü insanlar asan zamanlar formalaşdırır, asan zamanlar çətin insanlar yetişdirir, çətin insanlar çətin zamanlar formalaşdırır, yəni. Çətin insanlar və yaxud da ki, zəif insanlar çətin zamanlar formalaşdırır. Bu dövr bu şəkildə davam edir. Yəni biz özümüz nə qədər güclüyüksə, bizim ətrafımız da o qədər güclü olacaq və Allah həmişə imanı, Quranı nurla assosiasiya eləyir Quranda. Yəni əgər bir insanın içində iman varsa, bu sadəcə onun özünə fayda vermir. Onun ətrafında olan bütün insanlara, yəni ətrafında nə qədər insan varsa, onun hamısına fayda verir. Yəni bir insan artıq sizə baxanda
təkcə sizi görmür, Allahı görməyə başlayır. Allahın isimlərini görməyə başlayır. Quranı görməyə başlayır. Allaha necə yaxınlığın insana verdiyi o hüzuru görməyə başlayır. Və beləliklə siz böyük bir funksiyanı, böyük bir missiyanı yerinə yetirmiş olursunuz. Və əgər məsələn, niyə bu dövrdə insanlar şey deyir ki, məsələn, müsəlman ölkələrinə bax, gör nə gündədirlər və yaxud ki, müsəlmanlara bax, hicabın altında min hoqqadan çıxırlar. Nə bilim, güya hicablıdır, amma yenə də yəni düz əməlli nə isə yerinə yetirmir. Başlayır davamlı müsəlmanlara mənfi sözlər deməyə ki, haqlıdırlar. Çünki bizim bu dövrdə müsəlmanlar arasında belə həqiqətən də rol model müsəlmanlar çox azdır. Yəni heç kim Qurana və yaxud da ki, heç kim deməyim də insanların əksəriyyəti bu şəkildə baxmır. Həqiqətən də incələmir, təfəkkür eləmir Qurandakı ayələr üzərində və sadəcə neyniyir? Daha texniki, daha üzdən yanaşır məsələlərə. Həqiqətən də hal-hazırda biz öz ətrafımıza İslamı yaymırıqsa, İslam yaymaq deyəndə ki, sadəcə bizim varlığımızla kimsə İslama baxıb belə özənmirsə, kimsə Allaha yaxınlaşmırsa, demək ki, mən Allahın Quranda ifadə etdiyi müsəlman anlayışına çox-çox uzağam. Çünki normalda belə olmalıdır. Normalda mən özüm güclü olmalıyam. Mən öz nəfsimi həqiqətən də kontrol altına almalıyam. Mən özüm nədənsə fədakarlıq eləməliyəm ki, yəni insanlar həqiqətən mənə baxanda o şeyi görməlidirlər ki, desinlər ki, bax İslam insanı bunu qazandırır. Yəni siz neçə ildir İslamın içində olmağınıza baxmayaraq, həyatınızda heç bir dəyişiklik olmursa, elə yerinizdə sayırsınızsa, yeni heç bir şey eləmirsinizsə Allah üçün, bu deməkdir ki, o düzgün perspektivdən yanaşmırsınız. Çünki iman sizi davamlı inkişaf elətdirməlidir. İman bir insanı eyni yerdə saxlaya bilməz yəni. Sən davamlı pillə atlayırsan iman vasitəsilə. Və dediyim kimi, artıq sən özün nə qədər güclü olursansa, sənin qurduğun ailədə, sənin yetişdirdiyin uşaqlarda, sənin yaşadığın cəmiyyətdə, olduğun topluluqda, dərs dediyin uşaqlar da, birlikdə işlədiyin iş yoldaşların da, sən hamıya bu şeyi yayırsan. Artıq İnsanların həyatında məsələn bir Mədinə keçdi deyir insanlar, bir Günay keçdi. Artıq Günay deyəndə belə axan sular durulur. Artıq insanların beynində bu formalaşır ki, məsələn Günay bir ortama gəldisə, mən artıq orada qeybət eləyə bilmərəm. Mən orada malayani söhbətlər eləyə bilmərəm. Mən orada başqası haqqında danışa bilmərəm. Mən ona haram bir şey sata bilmərəm. Günay hər yeməyi yeməyəcək məsələn. Ona xüsusi şey almalıyam. Xüsusi brendlərin tutaq ki, yeməyini, halal qida almalıyam. Tayyib olmalıdır onun qidası. Və beləliklə biz artıq başlayırıq cəmiyyətə yön verməyə. Artıq mən idarə edən oluram. Yəni məni idarə etmirlər. Quran bizə təfəkkür, yəni təfəkkür insana o qədər böyük bir şey qazandırır ki, sən artıq idarə olunmursan. Zaten ona görə bu dünyada gedən proseslərin də şeyində bu dayanır ki, yəni müsəlmanları Qurandan uzaqlaşdırmaqla bizi manqurtlaşmış, belə heyvandan daha aşağı səviyyəyə düşən bir varlığa çevirmək istəyirlər. Çünki belə insanı idarə etmək çox asandır. Hamı o populyar kültürün köləsi olur. Hamı zaten o globalization vasitəsilə dünyada bir dənə trend var. Hamı eyni şeyə oyur, hamı eyni paltarı geyinir, hamı eyni mahnıya qulaq asır, eyni kinolara baxır, eyni cür düşünür, eyni cür danışır. Qadınların hamısı eyni bir-birinə oxşuyur, eyni estetik əməliyyatlar elətdirirlər. Ya bütün paltarlar bir-birinə oxşuyur. Yəni çünki bu tip insanları idarə etmək çox asandır. Ə, yəni çünki və o insanlar da qariblərim elə bilirlər ki, özləri özlərini idarə edirlər. Halbuki hamısı, yəni o şeylərin vasitəsilə oyuncağa çevriliblər. Kiminsə əlinin altında belə öz rollarını oynayırlar sadəcə. Amma bir müsəlman həqiqətən də təfəkkür eləyən, düşünən, öz həyatında İslamı tam şəkildə yaşayan və digər insanları da düşünən bir müsəlmanı idarə etmək demək olar ki, qeyri-mümkündür. Çünki o sənin dediyinə yox, Allahın dediyinə uyacaq. Sən əgər bir şey, Qurana zidd bir şey deyirsənsə, o ona uymayacaq. Nə qədər istəyir dünyanın belə ən böyük insanı ol, ən varlı, ən güclü zahiri mənada, yəni güclü insanı ol. Yəni bir müsəlman üçün bir şey fərq etməyəcək. Ona görə yəni Quran bizə, Quranla yaxınlaşmaq, müsəlman imanımızı artırmaq bizə həqiqətən də güclü bir şəxsiyyət formalaşdırır. Belə kökləşmiş bir iman formalaşdırır və bu iman vasitəsilə dediyim kimi biz sadəcə özümüzə yox, ətrafımızda olan digər insanlara da. Bunun üçün yəni yaşınız çox az ola bilər, təcrübəniz çox az ola bilər. Qətiyyən bunlara baxmayın. Yəni bu dediklərim bunların çox-çox ötəsində bir şeydir. Elə insanlar var ki, yəni o bir dənə qız var idi, Afrikalı, Nigeriyalı idi, haralı idi.
Dostum müsəlmandır deyə yəqin gördünüz də onu. O qədər ağlayırdı ki, mən hicab taxmaq istəyirəm, hicab taxmaq istəyirəm. Axırda ana atası, yəni o ona hicabı alır və maması bir il sonra və yaxud da bir neçə il sonra İslamı qəbul edir. Sırf o 4 yaşındakı uşağın o qədər ayağını yerə dirətdiyi üçün. Yəni bax balaca bir uşaqdan belə, yəni İslamı həqiqətən də baxanda öyrənəcəyimiz o qədər şey var ki, yəni bizim qəlbimizin dəyişməsi üçün illə də professorlardan nəsə almağımıza ehtiyac yoxdur. Və yaxud da ki, insanlara nəyisə çatdırmağımız üçün adımızın qabağında prof, doçent, doktor, nə bilim olmasına gərək yoxdur. Universitet təhsilinin olmasa belə, sadəcə orta məktəbi qurtarmış olsan belə, heç məktəbə getməmiş olsan belə, yəni içində bu iman varsa və həqiqətən də səmimisənsə, bu dediyim hallar zaten səndə əksini tapacaq. Məsələn, bəzən rayonda elə bir halı görürük ki, yəni normalda o qədər də təhsili savadı yoxdur, amma onun yanında hiss elədiyimiz hüzuru, o böyük-böyük universitetlər qurtarmış professorların o süni bayağı insanların yanında hiss eləyə bilmirik məsələn. Yəni ona görə əsas məsələ o titullar deyil adımızın qabağındakı. Əsas məsələ nə bilim, ə, bu dünyəvi şeylər deyil də. Əsas məsələ o qəlbimizdəki imandır, yəni o dərinlikdir, ruhumuzun dərinliyidir. Bu da Quran vasitəsilə, Allah vasitəsilə çata biləcəyimiz bir şeydir. Belə, yəni biz çətin bir təlimdən keçirik ki, asan bir yerə çevirək dünyanı. Yəni digər insanlar bizə baxanda asanlıq görsünlər. İslam'a baxanda asanlıq görsünlər. Desinlər ki, mən də bu belə olmaq istəyirəm. Əgər İslam mənə bunu belə həyat qazandıracaqsa, mən də bu həyatı qazanmaq istəyirəm. Yəni mən elə o qədər Amerikada falan insanlar var ki, sırf müsəlmanların həyatlarına baxdıqları üçün deyir ki, məsələn bir qız danışırdı ki, müsəlmanlar bu bizim ərazimizə müsəlmanlar gəlmədikdən qabaq hər tərəf pis gündə idi. Yəni zibil içərisində idi. Çox burada şeylər olurdu. Nədir, güllələmə hadisələri falan çox olurdu, cinayətlər işlənirdi, nə bilim, yalan danışmaq çox idi, haram yemək çox idi. Amma yəni müsəlman ailələr bəziləri gəldi, burada məskunlaşdı və sonra onların sayı artdı və indi deyir o yaşadığımız yeri o qədər çox sevirəm ki. Məsələn deyir onlar bir-birlərini gülümsəyirlər, bir-birlərindən məsələn alış-veriş eləyirlər və yaxud da ki, şey eləyəndə deyir ki, məsələn, filan şeyi məndən alırsansa, başqa bir ərzağı da get o biri müsəlmandan al. Yəni bir-birlərini belə paslaşırlar bir-birlərinin arasında. Və beləliklə o insanların həyat tərzini görür və bu insanlar başlayır qəlbləri İslam'a isinməyə. Yəni bizim məqsədimiz belə olmalıdır. Yəni biz sadəcə dediyim kimi İslam individualist bir din deyil. Mən sadəcə özümü qurtarım, özümü şəxsi inkişafın ən yüksək mərtəbəsinə çatdırım və dünyada da hansı hadisə baş versin, hansı uşaq Qəzzada ölür ölsün, hansı uşağı Epstein kəsir, qanını içsin, bunun mənə aidiyyatı yoxdur. Belə bir din deyil qətiyyən. Yəni belə bir din olsaydı Peyğəmbərimiz sallallahu əleyhi və səlləm deməzdi ki, qonşusu ackən tox yatan bizdən deyil və yaxud da ki 3 gündən artıq küsül qalan bizdən deyil. Bunların hamısı toplumsal ictimai məsələlərdir. Yəni həqiqətən də əgər mənim ətrafımdakı insanlar əziyyət çəkirsə, ideoloji olaraq, zehni olaraq, qəlbi olaraq və yaxud ki, günah mənasında əziyyət çəkirsə və mən bunun üçün onların dərdini çəkmirəmsə, onlar üçün narahat olmuramsa, onlar üçün nəsə eləmirəmsə, demək ki, mən Allahın Quranda təsvir etdiyi bir müsəlman portfelinə deyim, yəni uymuram. Ona görə yəni bu mənada da imanımızı gözdən keçirməyimiz üçün Ramazan çox gözəl bir fürsətdir və Ramazan vasitəsilə, Quran vasitəsilə daha doğrusu Rəbbimiz nə edir? Bizimlə danışır. Dəqiqə. Hə. Rəbbimiz bizimlə danışır. Normalda biz kiminləsə söhbət eləyəndə bunun dialoq olması üçün qarşılıqlı söhbət olmalıdır. Məsələn, bir dostunuz düşünün ki, gəlir sizə davamlı öz dərdlərindən danışır. Davamlı şikayət edir, özü də heç vaxt da şeyini düzəltmir. Şikayət elədiyi şeyi də düzəltmir. Elə ancaq qaynanasına şikayət eləyir, ərindən şikayət eləyir, anasından, atasından ya da ki, hansı öz xüsusiyyətindən. Amma məsələn, siz bəzən deyirsiniz ki, bəlkə bu falan şeyə falan cür eləyəsən, bəlkə məsələyə belə baxasan, bəlkə bu addımı atasan. Elə deyəndə o başlayır məsələn sizdən uzaqlaşmağa, deyir ki, yox sən məni başa düşmürsən, nə etmirsən? Çünki bu insanın məqsədi davamlı şikayət eləməkdir və yaxud da ki, elə insanların qabağında siz ümumiyyətlə danışa bilmirsiniz. O qədər danışır ki, sizin bütün enerjinizi sömürür. Belə bütün haldan düşürsüz. Həmin insanların yanına uzaqlaşanda artıq heç nə eləmək istəmirsiniz. O qədər halsız olursunuz ki. Yəni bu sağlam bir münasibət sayılmır da. Hətta buna toksik münasibət deyirik də, yəni psixoloji baxımdan da. Yəni və düşünün ki, biz Allaha dua eləyəndə
biz Allahla söhbət eləmiş oluruq. Biz Allahla danışmış oluruq. Allaha dərdlərimizi danışanda, problemlərimizi, anamızdan, atamızdan şikayət eləyəndə, Allahım yox, mənə bunu ver, onu ver, evim olsun, işim olsun, maşınım olsun, çoxlu pul qazanım, dünyanı gəzim, uşaqlarım yaxşı yerdə oxusunlar, yaxşı insanlarla evlənsinlər filan. Davamlı Allahdan nəsə istəyirik ya da nəyinsə şikayətini eləyirik. Amma imkan vermirik ki, o da bizimlə danışsın. Yəni Allah bizimlə necə danışır? Quran vasitəsilə danışır. Yəni mən Quranı oxuduğum təqdirdə, oxuduğum vaxtlarda Rəbbim mənimlə dialoqa keçir, şeyə keçir, söhbətə başlayır və artıq bu monoloq olmaqdan çıxır da, yəni. Ona görə onun, yəni həqiqətən qarşılıqlı dialoq olmasını istəyiriksə aramızdakı münasibətin, Allahla münasibətin, hər iki tərəfin danışmasına icazə verməliyik. Yəni həm özümüz dua eləməliyik, həm də Allahın bizimlə danışmasına icazə verməliyik. Hansı ki, bu da nədir? Yəni hər dəfə Quran oxuyanda dediyim kimi Rəbbimiz bizimlə danışır. Və yaxud da ki, bəzən o bayaq dedim, çox böyük problem yaşayırıq, bilmirik də o problemi necə həll eləyək. Açırıq Qurana baxırıq, sırf dediyim kimi axtardığımız sualın cavabını Allah Quranda göstərir bizə. Yəni mən danışmadan belə Allah bilir mənim qəlbimdə nəyin keçdiyini və problemimi həll eləmiş olur. Ona görə bəzən sadəcə onunla danışmağa ehtiyacımız var. Yəni onun bizimlə danışmağına icazə verməyimizə ehtiyacımız var. Və burada da çox yaxşı nöqtə var. Bu düzdür, bu ayədə düzgün tərcümə olunmayıb ərəbcəsi. 186-cı ayədə normalı belədir ki, qullarım səndən mənim barəmdə soruşanda, soruşsalar yox. Çünki soruşsalar odur ki, yəni soruşsa da bilərlər, soruşmaya da bilərlər. Şərtə bağlayır da burada. Əgər soruşsalar, amma soruşanda odur ki, Allah bilir ki, mən ondan nə vaxtsa nəyisə gəlib soruşmaq istəyəcəm. Yəni soruşacağam. Yəni Allah bizdən ümidini kəsmək istəmir. Allah bizdən ümidini kəsmir. Yəni bizim günahlarımız ərşə belə çatsa, buludlara belə çatsa, nə bilim, çox böyük günahlar istəyirik işləyək. 40 yaşımıza çatmışıq, amma bir dəfə də olsun Allaha dua eləməmişiksə belə. Ya bu Allah üçün heç bir məna kəsb eləmir də. Və yaxud da ki, bəzən dostlarımız olur, uzun illər onlarla danışmırıq və ondan sonra onlarla danışmağa artıq üzümüz gəlmir. Kiməsə elə uzun müddət sonra yazanda düşünür ki, həmin adam yəqin ki, mənə nəsə işi düşüb yazıb. Və yaxud da ki, nəsə tez başlayırıq şey eləməyə də. Nə oldu, sən filan vaxt heç məni axtarmırdın, amma indi gəlmisən məndən nəsə istəyirsən. Amma Allah bizə o şəkildə yanaşmır. İnsanların yanaşdığı kimi yanaşmır. Yəni günahların ərşə belə çatsa, nə qədər günah işləyirsən işlə, nə qədər yəni problemin olur olsun, dediyim kimi Allahdan nə qədər uzaq olursan ol, Allah sadəcə bir dəfə Allaha səmimi qəlbdən dua eləmək, bir dəfə Allahdan nəsə istəməklə belə Allah, yəni Allahın səndən gözləntisi budur da. Allah həqiqətən də sənin ümidini kəsmək istəmir. Allah istəyir ki, sən davamlı ondan istəyəsən nə isə. Və deyir ki, da dediyim kimi burada, qullarım məni səndən soruşsalar, mən onlara yaxınam. Yəni direkt bizim özümüzə cavab verir. Peyğəmbərimizi araya soxmadan artıq de ki, demir məsələn. Demir ki, özün vasitəsilə onlara çatdır. Direkt mənim sualıma cavab verir ki, mən sənə yaxınam. Və beləliklə, yəni bu o qədər insana gözəl bir hiss verir ki, o qədər şükür duyğusu qazandırır ki, yəni həqiqətən də Allah dediyim kimi Allah bizdən ümidini kəsmir. Heç mi? Ölənə qədər Allah bizə o şeyi verir. O fürsəti verir ki, bir dəfə olsa heç olmasa mənim huzuruma gəl. Dediyim kimi də, yəni elə insanlar ola bilər ki, biz bir günah işləyirik, 2 günah işləyirik, 3-cü dəfə artıq o insanın üzünə baxa bilmirik utandığımızdan. Burada mənim dərs yoldaşım var məsələn. Həmişə ondan bir dənə imtahan barəsində soruşuram. Artıq deyir ki, sən məndən bu sualı soruşanda mən narahat hiss eləyirəm də. Amma halbuki Allahın qarşısında belə bir utanc şeyi yoxdur da. Allah yəni bizi heç vaxt utandırmır onun barədə ki, sən indiyə qədər dedin ki, mənim huzuruma çıxmamısan, bundan sonra da yəni çıxma. Elə bir qayda yoxdur yəni Allah üçün. İndiyə qədər heç dua eləməmisinizsə, indiyə qədər Ramazanı heç dəyərləndirməmisinizsə belə, bunun heç bir fərqi yoxdur. Yenə də Allahın huzuruna yəni çıxa bilərsiniz Allahın izni ilə. Çünki və deyir ki, sizi doğru yola yönəltdiyinə görə onu uca tutasınız və bəlkə şükür edəsiniz. Yəni bunu elədiyimiz təqdirdə də həqiqətən də şükür edən bir qula çevrilirik. Aygün yazdı ki, eynən Aygündür dediyim adam. Hə, deməli, Quran və duanı belə başa düşdük. Ümid edirəm ki, aydın oldu. Yəni Rəbbimiz buyurur ki, de ki, forması işlənir, amma burada Allah de ki, vasitəçisini aradan qaldırır, o birbaşa cavab verir ki, mən yaxınam. Çağıranın duası və dərhal cavab.
Yəni burada da bayaq qeyd etdiyim şeydir. Bunun üçün professor, doçent, doktor olmağına gərək yoxdur. Molla olmağına gərək yoxdur. 15 il Allaha ibadət etməyinə gərək yoxdur. Yəni dua elə bir vasitədir ki, istədiyin yerdə, istədiyin anda eləyə bilərsən. Məsələn, namazın xüsusi vaxtı var. Nə bilim, Quran oxumaq üçün tutaq ki, şey olmalısan, güclün olmalıdır və yaxud da ki, nə bilim, dəstəmaz almalısan, amma duada belə bir şərt yoxdur. Yəni yatanda da, duranda da, oturanda da, yağış yağanda, nə bilim, gecənin neçə 3də 1-də, nə hansı vaxt istəyirsən, sadəcə əllərini göyə qaldırıb Allahdan nəsə istəməyin kifayətdir. Yəni dua etdiyi zaman edənin duasını qəbul edərəm və Allah belə bir şey də qoyur qabağımıza ki, sən dua et, mən tək sən dua et, mən sənin yəni duana mütləq şəkildə qarşılıq verəcəm və qəbul eləyəcəm. Yəni Allah bizdən ümidini heç vaxt üzmür. Amma biz özümüzdən çox tez üzürük. Biz özümüzə çox qəddar yanaşırıq. Çox belə tələbkar oluruq bəzən özümüzdən. Nə qədər şeylər eləyirik, özümüzü yenə də yetərsiz görürük. Məsələn, burada analar var, bilirəm ki, övladlarına baxırlar. Zaten analıq kifayət qədər ağır bir sənətdir deyim, yəni. E, Nə qədər şeylər edirlər, həyat yoldaşlarına baxırlar, nə bilim, onların ehtiyaclarını qarşılayırlar, uşaqlarını ən gözəl şəkildə yetişdirməyə çalışırlar, amma yenə də deyirlər ki, yox, mən kifayət deyiləm. Mən həm də işimdə, karyeramda ən yüksək mərtəbəyə çatmalıydım. Mən həm də filan universiteti birinciliklə qurtarmalıydım. Yəni, çünki bu dövrdə, yəni yaşadığımız dövrün bizə yüklədiyi bu şeylərdir. Çünki davamlı bizə özümüzü yetərsiz hiss elətdirir sistem. Və sanki onların dediyi trayektoriya ilə getdiyimiz təqdirdə biz nəyəsə nail olmuş oluruq. Yəni ora çatanda yenə biz özümüzü yetərsiz eləyirik. Yenə deyirik, yox, mən yenə daha yüksəlməliyəm, daha yüksəyə çatmalıyam. Halbuki Rəbbimiz bizə belə bir şey qoymur da. Yəni olduğun hal kifayətdir. Əgər anasansa, analıq eləyirsənsə, övladına düzgün şəkildə baxırsansa, demək ki, sən o missiyanı, rolunu kifayət qədər yerinə yetirirsən. Yəni özündən absurd şeylər istəməyinə gərək yoxdur. Sadəcə olduğun yeri doldurmağın kifayətdir ki, bunu da yetər qədər eləyirsən. Sadəcə bunu da nə vaxt insan o təsminlik duyğusunu nə vaxt yaşayır? Ə, imanı güclü olduğu ərəfələrdə, Quranla əlaqəsi güclü olduğu ərəfələrdə. Yəni Qurandan nə qədər uzaqlaşırsansa, özündən də, həyatından da belə tətminsiz bir hala gəlirsən. Yəni məsələn yeməyin də var, içməyin də var, hər şey var, amma könül rahatlığın olmur. Artıq o qəlbində rahatlıq duyğusunu hiss eləmirsən. Quran həqiqətən bizə bunu qazandırır. Belə oturub bir çayı rahatlıqla içmək rahatlığını, zövqünü verir bizə. Belə. Və burada ruhaniyyət, yəni ailə və sosial həyatı da tez deyim, artıq demək olar ki, yavaş-yavaş sonuna gəlirik. Deməli, Rəbbimiz bizə buyurur ki, dediyim kimi, bu şəxsi məsələlər haqqında Allah danışır 183-dən 186-ya qədər. Ondan sonra 187-ci ayədə Rəbbimiz başlayır qadın və kişi arasında olan yaxınlıqdan danışmağa. Yəni bu həqiqətən çox maraqlıdır. Çünki Rəbbimiz bizə bunu çatdırmağa çalışır ki, və burada çox gözəl istifadə eləyir. İfadə eləyir. Deyir ki, onlar sizin üçün bir libas, örtük, siz də onlar üçün bir libassınız. Yəni libasın normalda funksiyası nədir? Geyim bizi soyuqdan qoruyur, nə bilim, istidən qoruyur, əxlaqsızlıqdan qoruyur. Biz məhrəm yerlərimizi örtmüş oluruq şey vasitəsilə, geyim vasitəsilə. Bədənimizdə heç kimə göstərmək istəmədiyimiz çirkin bir tərəfimiz varsa, bizi çirkinliyimizi də qoruyur. Və yaxud da çox gözəlliksə, gözəlliyimizi də qoruyur. Bəzi qadınlar, məsələn, o niqab, çox gözəl qadınlar ümumiyyətlə müəyyən ölkələrdə niqab taxırlar. Çünki onların üzlərindəki gözəllik də fitnəyə səbəb olur. Yəni geyim bizi bir çox şeydən qoruyur da. Yəni düşünün ki, ər və arvad bir-birinə o şəkildə yanaşır. Mən onun libasıyam, o da mənim libasım. Yəni qadın və kişi bir-birini günahlardan, əxlaqsızlıqdan, haramlardan həqiqətən də qoruyur. Bir-birlərinin qüsurlarını örtür. Ailə üzvlərinin yanında, dostlarının yanında, başqalarının yanında onların pis tərəflərini, qüsurlu tərəflərini ortaya çıxarmır. Gözəlliklərini də örtür. Yəni xoşbəxtlik o gizliliyi sevir prinsipinə uyğun yaşayırlar. Yəni Allahın onlara verdiyi nemətləri və ya yoldaşlarında olan nemətləri başqalarına açıb göstərmirlər. Çünki həm nəzər var, həm də başqalarında olmayan bir şeyi, tutaq ki, kimsə evlənə bilmir. Çox və yaxud da ki, kiminsə yoldaşı yaxşı deyil, amma sən davamlı öz yoldaşında olan hansısa gözəl şeydən danışırsan, o həmin insanın özünü pis hiss eləməyinə səbəb olursan. Yəni libas onu qoruduğu kimi, libas gözəlliyi də qoruyur, çirkinliyi də qoruyur. Biz də, yəni həyat yoldaşları da bir-birlərinin hər mənada qoruyucusu olmalıdırlar.
Və Allah bilir ki, cəmiyyətdə sülh gətirmək üçün əvvəlcə evdə sülh olmalıdır. Ona görə Allah demir ki, yəni siz bir ay oruç tutursa, bir ay boyunca aranızda cinsi münasibət qətiyyən ola bilməz. Ər-arvad bir-birinə tamamilə yaxınlaşa bilməz və siz sadəcə bütün günü məsciddə olmalısınız, sadəcə ibadət eləməlisiniz, oruç tutmalısınız və dünyəvi heç nə ilə məşğul olmamalısınız. Yəni Allah bizdən belə bir şey istəmir də Ramazan boyunca. Əksinə deyir ki, öz ər və arvad, yəni oruclarını açdığı təqdirdə yenə də bir-birləri ilə yaxınlıq eləyə bilərlər. Və bunu o qədər önəmlidir ki, bu. Yəni çünki əvvəlcə dediyim kimi özümü düzəldirəm, özümdəki qüsurlarımı düzəldirəm. Sonra ailə həyatımda yoldaşımla münasibətimi bu şəkildə düzəldirəm və mən güclü bir ailəyə çevrilmiş oluram. Və sevgi dolu, güclü bir ailə artıq ətrafına nəsə fayda verə bilər. Düşünün ki, bir insanın evində davamlı davadalaş, qırğın, ər-arvad bir-birinin ağzına gələni deyir, söyür, nə bir-birinin üzünə baxmır, küsür, xəyanət eləyir. Ya belə bir ailə, belə bir insanın, yəni özünə və ya ailəsinə faydası varmı ki, topluma da nəsə qatsın bu insan? Yəni belə ailə təbii ki, heç bir nizam gətirə bilməz cəmiyyətə də. Allah bizdən belə ailələr istəmir də. Allah bizdən güclü, sevgi dolu, bir-birlərinə hörmət eləyən fərdlərin olmasını istəyir ailələrdə. Yəni belə dediyim kimi bir-birinə güvənən cütlüklərin olduğu ailələrdə artıq insanlar çölə baxmağa enerji tapırlar özlərində. Bunu bir yazımda da qeyd eləmişdim. Yəni o məsələn xərçəng hüceyrələri necə başlayır bir-biri ilə savaşmağa, bədənin əksinə başlayır çoxalmağa və beləliklə öz bədənini xəstə eləyir də elə bir xərçəng hüceyrələri. Amma halbuki bizim məqsədimiz, yəni bədənimizdəki hüceyrələrin məqsədi bizi qorumaq olmalıdır. Yəni bir ailə həyatının da məqsədi bu olmalıdır. Bizi hər şeydən qorumaq, içindəki sevgini, güvəni artırmaq ki, mən yerdə qalan enerjini xaricdəki problemlərə həll eləyə bilim. Oturub hansısa sosioloji bir problemi həll eləyə bilim. Artıq qohumumun, qonşumun ac qalmasını mən həmin vaxt başlaya bilərəm düşünməyə. Mən özüm pis gündəyəmsə, özüm psixoloji olaraq çökmüşəmsə, zehniyyət olaraq, yəni bərbad vəziyyətdəyəmsə, özüm acamsa, mən durub başqasının probleminə fokuslana bilmərəm. Yəni birinci özümdən başlamalıyam. Öz ailəm yaxşı olmalıdır ki, dediyim kimi o enerjini xaricə axıda bilim. Yəni Allah da bizdən belə ailələr olmağımızı istəyir və bunu da elədikdən sonra təqvanın artıq üçüncü boyutu, bu təqvanın ikinci boyutu idi, hansı ki ailəvi boyut. Təqvanın üçüncü boyutu gəlir ictimai boyut. Yəni mən artıq özümü gücləndirdim, özüm yaxşı bir müsəlman oldum, ailə həyatımda sülhü, sevgini, hörməti qorudum və beləliklə güclü bir fərd olaraq cəmiyyətə çıxdım və belə bir fərd artıq gözünü də haramdan asanlıqla qoruya bilər, qulağını haramdan asanlıqla qoruya bilər və ən əsası pul məsələsində, hansı ki bu dövrdə, yəni kapitalizm dövründə ən önəmli şeylərdən biridir də. Mən artıq kiminsə haqqını asanlıqla yemərəm. Çünki mən Ramazanda halal olan şeyi belə yeməmişəm. Halal olan suyu və qidanı belə Allah mənə haram buyurub, yəni Ramazan boyunca. Mən artıq başqasının haqqını da yeməyəcəm. Artıq mən ictimai olaraq daha əxlaqlı bir müsəlmana çevriləcəm. Və beləliklə insanlar mənim dilimdən və əlimdən daha əmin bir hala gələcəklər. Biləcəklər ki, məsələn, təxminədən heç vaxt ziyan gəlməz. Təxminə çox güclü, yəni bir müsəlmandır tutaq ki, artıq təxminəni düşünəndə onlar Allahla əlaqəli bir varlıq düşünəcəklər və deyəcəklər ki, dediyim kimi, yəni bu insandan artıq zərər gəlməz. Bu insan dediyi şey doğrudur. Dediyində hikmət var. Mən bu insana güvənə bilərəm. Yəni belə olduğu təqdirdə də artıq dediyim kimi həmin insan qul haqqı yeməyəcək, həmin insan rüşvət verməyəcək, rüşvət almayacaq və beləliklə də o toplumsal, ictimai funksiyasını da yerinə yetirmiş olacaq. Yəni təqva ilk olaraq harda özünü göstərir? Toplumsal yerdə, yəni məscidin içində yox, bazarda. Digər insanlarla olan münasibətimizin ən belə qızğın olduğu yerdə. Ramazan ayələrindən sonra dərhal Rəbbimiz yəni dərhal sonrakı ayə rüşvət və haram mal yemək haqqındadır. Yəni bu çox manidardır həqiqətən ki, Rəbbimiz sırf niyə bunu dediyim kimi izah eləyir? Baxın 188-ci ayə. Deyir ki, mallarını öz aranızda haqsızlıqla yeməyin və cəmaatın malının bir qismini bilə-bilə günah yolu ilə yeyəsiniz deyə hakimlərə əl almağa çalışmayın. Yəni rüşvət verməyin kiməsə. Buradan da o şeyi ümid edirəm ki, aydın oldu. Yəni haram pulla alınan halal ət insanın orucunu mənəvi cəhətdən şikəst eləyir və məzuniyyət günü, hansı ki oruclarımızı tutduq, 30 gün tamam oldu.
Bilirik ki, Ramazan bayramının sübh namazından sonra 3 gün boyunca zikr edirik hər namazdan sonra. Allahu Ekber, Allahu Ekber, La ilahe illallah, Huvallahu Ekber, Allahu Ekber və lillahil həmd. Davamlı Allahı zikr edirik. Allahın böyüklüyünü dilə gətiririk. Bunun mənası nədir? Bizim artıq Ramazan boyunca nəfsimiz o qədər keçilir ki, öz yəni eqomuz, öz istəklərimiz o qədər aşağı düşür ki, artıq həqiqətən də Allah böyüyür. Bizim gözümüzdə özümüz kiçilirik, Allah böyüyür və Allahu Əkbər deyəndə həqiqətən onu bütün zərrələrimizlə demiş oluruq. Və bu təlimin elə bil bir nəticəsi olmuş olur. Və Allaha həqiqətən də o çətinlikdən çıxdığımız üçün şükr edirik. Məsələn, Malayziyada belə bir şey var ki, burada Şəvval ayı boyunca davamlı celebration olur. Yəni şey deyirlər, Ramazanı keçirirlər. Hamı səni şeyə dəvət edir, Ramazanı keçirməyə dəvət edir. Çünki yeməyə çox düşkündürlər malaylar və düşünürlər ki, mən bir ay boyunca o qədər əziyyət çəkmişəm və indi bunun elə bil keyfini çəkməliyəm də. Yəni beləliklə bir növ şükür duyğusunu yaşamış olurlar ki, bir ay özlərinə o istirahəti verirlər. Nəsə, yəni Ramazanın əsas funksiyası deməli hardan başlayır? Təqva, birinci təqvamızı gücləndirir, iradəmizi gücləndirir. O təlim vasitəsilə Quranla əlaqəmizi artırır. Allahın sözləri ilə yenidən tanış oluruq və dua vasitəsilə Rəbbimizlə kommunikasiyamız güclənir, dialoqumuz güclənir və ən sonda da ailədə sevgi artır və işdə də dürüstlük artır. Yəni düşünün ki, bir dənə oruc və Ramazan vasitəsilə, yəni insanda nə qədər köklü dəyişiklik ola bilər. Yəni bütün bunları bildikdən sonra Ramazana baxmaq, yəni tamamilə insana fərqli bir dediyim kimi perspektiv qazandırır. Yəni Allah sizin üçün çətinlik yox, asanlıq istəyir və bu asanlığı dünyaya gətirən müsəlmanlar olmalıdır. Yəni İslam sadəcə müsəlmanlar üçün yox, bütün insanlıq üçün gəlib. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm aləmlərə rəhmət olaraq göndərilib. Ona görə bizim də elə bil ki, funksiyamız budur. Bir dəqiqə, hara getdim? Görmürəm sizi. Hı. Yəni bizim də funksiyamız odur ki, özümüz əvvəlcə güclü müsəlmanlar olub, sonra da bunu digər insanlara da çatdırmaqdır bu şeyi, bu gözəlliyi, bu asanlığı dediyim kimi. Yəni Peyğəmbərimizin digər bir hədis, ən məşhur hədislərindən biri. Asanlaşdırın, çətinləşdirməyin, müjdəliyin, nifrət etdirməyin. Yəni dediyim kimi, kimsə bizim müsəlmanlığımıza baxanda düşünməməlidir ki, İslam necə çətindir. Zaten mən o səviyyəyə çata bilmərəm. İslamda da hər şey haram, haram, haram. Heç bir düzəməli halal yoxdur. Mən heç bir şey əldə eləmirəm. Yəni belə olduğu təqdirdə artıq o asanlaşdırın funksiyasını yerinə yetirməmiş oluruq. Halbuki dediyim kimi bizim məqsədimiz bütün dünyaya o asanlığı, rahatlığı çatdırmaqdır. Yəni İslamın olmadığı bir dünya Qərbin hal-hazırda olduğu şey olacaq. Yəni Qərbində hansı vəziyyətdədirsə, bütün ailə, bütün dəyərlər sistemi necə orada məhv olubsa, yəni uşaqları necə ibadət kimi doğrayıb onun qanını rahatlıqla içə bilirlərsə, və belə insan təbii ki, Qəzzada ölən o qədər uşağın ölümünə artıq adi bir şey kimi baxacaq. Çünki onlar üçün bunu zaten belə olmalıdır. Zaten bu ibadətin bir ritualın bir şeyidir, bir növüdür. Mən bunu eləməklə əksinə onlar üçün öz Rəblərinə, bələ, yəni şeytana ya da iblisə neyniyir? Yaxınlaşmış olur. Ona görə yəni İslamsız bir həyatı düşünməmək lazımdır. Yəni İslamsız bir həyatı yaşamamaq üçün özümüzü hər cəhətdən həqiqətən də inkişaf elətdirməliyik. Güclü bir müsəlman olmalıyıq və ətrafımıza da İslamı o şəkildə yaşamalıyıq və dediyim kimi Ramazana sırf bu şəkildə baxmalıyıq. Yəni Ramazan həqiqətən də mənim Allahla olan şeyimi, nədir, əlaqəmi gücləndirməlidir, duamı artırmalıdır, Quran oxumalarımı artırmalıdır. Artıq bundan sonra özünüzə hədəf qoya bilərsiniz ki, ya məsələn Qurandan bir surə götürə bilərsiniz və ya bir ayə. Sadəcə deyə bilərsiniz ki, mən sadəcə məsələn Qul huvallahu əhəd ayəsini şey eləyəcəm. Bu Ramazan boyunca sadəcə onu hər cəhətdən yağlayıb yutacam. Bir neçə təfsirdən oxuyacam, bir neçə alimə qulaq asacam, nə bilim, onunla bağlı dualar əzbərləyəcəm. Yəni sizə nə asan gəlirsə də, və yaxud da ki, məsələn, bu Ramazan Allaha hər gün dua eləyəcəm. Məsələn, namazlarımı hər gün vaxtında qılacam. Yəni sizin üçün Allahla yaxınlaşmağın yolu nədirsə, bir dənə şey götürün və onu Ramazan boyunca eləməyə çalışın. Və görəcəksiniz ki, zaten 30 gün boyunca bir şey eləyəndə görəcəksiniz ki, artıq o bizim şeyimizə çevrilir, həyat tərzimizə çevrilir və bir insanın Ramazanının qəbul olub olmadığını necə bilə bilərik? Yəni özü necə bunu təcrübə eləyə bilər? Əgər Ramazandan sonra da
o həyat tərzini davam edə bilirsə, Ramazanda qazandığı gözəl xüsusiyyətləri Ramazandan sonra da icra edə bilirsə, yəni müsəlmanlığı sadəcə Ramazan boyunca yox, bütün digər 11 ay boyunca da davam edirsə, həmin insanın demək ki, Ramazanını Allah ondan umulur ki, ümid edirik ki, qəbul eləmiş olur. Allah bizə həqiqətən də Ramazanı ən doğru, ən gözəl şəkildə keçirməyi nəsib eləsin. Ramazanımızı qəbul eləsin. Ramazandan tamamilə bağışlanmış, əfv olunmuş şəkildə, savablarımız çoxalmış şəkildə çıxmağı nəsib eləsin. Qəlbimizdəki bütün sıxıntıları aradan qaldırsın. Yerinə sadəcə hüzur qoysun. Bütün dərdlərimizi afiyyətə çevirsin. Qəlbimizdə, imanımızda, ruhumuzda afiyyət duyğusunu artırsın. Axirətə və dünyanın əsl mahiyyətini anlamağımızı bizə nəsib eləsin. Axirətə həqiqi mənada yatırım edəcək səviyyədə o səviyyəyə gəlib çatmağı bizə nəsib eləsin və bu dünyanın əsl mahiyyətini zaten başa düşəndə bilirsən ki, artıq bütün şeyini, enerjini, səbrini, hər şeyini, yəni əsas axirətlə bağlı məsələlərə nə etməlisən? Yatırım eləməlisən. Yəni həqiqətən də Allah bizi bu şuur səviyyəsinə çatdırsın. Bunu eləmək üçün də dediyim kimi Allahla əlaqəmizi bir növ artırmalıyıq, yəni. Ona görə ümid edirəm ki, hamınız bu Ramazan Allahla əlaqənizi daha fərqli şəkildə gücləndirəcəksiniz. Ümid edirəm ki, bu prezentasiyada bir balaca da olsa bunu gücləndirdi, dəstək oldu sizə bu mənada. İnşallah, yəni həqiqətən də faydalı oldu. Mənim özüm üçün yaxşı xatırlatma oldu bütün burada dediklərim. Belə. İndi Asır surəsini oxumağınızı xahiş edirəm. Bir də əgər hər hansı bir şeyiniz varsa, şərhiniz və ya sualınız varsa, başa düşmədiyiniz bir məsələ, nüans varsa verə bilərsiniz. Yoxdursa da dediyim kimi Asır surəsini oxuyaraq yavaş-yavaş bitirə bilərik. Əuzubillahimineşşeytanirracim. Vəl asr. İnnəl insane ləfî xusr illellezîne âmenû və amilussâlihât. Tevassav bil haqqi və tevassav bis sabr. Subhaneke la Subhanekallahumma və bihamdik. Əşhədu en la ilahə illə entə əstəğfiruke və etûbü ileyk. Gözəl dualarınız üçün sağ olun Sevinç xanım. Ən ali dərəcədə ibadətləriniz qəbul olsun. Amin hamımızınki. Allah razı olsun. Cəzakallahu xeyran. Çox faydalı oldu. Allah razı olsun cümləmizdən. Allah sizdən də Olsun razı senin olsun. razı olsun. Diline qüvvət, çok güzel nəsihət oldu, yerindən xatırlatma oldu. Allah razı olsun səni. Hər şey çox gözəl idi. Maşallah, barakallah. Çox sağ olun. Allah sizdən də razı olsun. Bu vaxta qədər qaldığınız üçün, dinlədiyiniz üçün. Təşəkkürlər. Aha, bacı qardaş arasında məsələn, yaxud tanış deyir ki, bunu verəcəm sənə, məsələn, mənə çay gətir. Bu da rüşvətdir. Necə? Bunu Fəxriyə, bunu daha şey şəkildə soruşa bilərsən. Bacı qardaş arasında məsələn, yaxud tanış deyir ki, bunu verəcəm sənə, məsələn, çay gətir. Hə. Yəni belə bir-biriniz arasında zarafatlaşma məqsədi ilə nəsə eləyirsinizsə, yox da, yəni o cəhətdən yanaşmaq düzgün deyil. Yəni zarafatlaşa bilərsiniz ki, hə, səni bunu elə, səni filan şey eləyəcəm. Yəni bu normaldır. Yəni burada rüşvət həqiqətən də insanların haqqına girmək. Yəni elədiyin şey qarşı tərəfi pis vəziyyətdə qoyursa, qarşı tərəfi sıxışdırırsa, onun öz iradəsi xaricində o şey elətdirirsənsə, bu artıq zülm olur, həmin insanın haqqına girmək olur. Amma aranda zarafat üçün nəsə eləyirsənsə, yəni ya hər şeydə yox, bu haramdır, bu şeydir demək düzgün deyil. Çox təşəkkürlər Sevinç xanım. Çox xoş, çox gözəl təlim idi. Allah razı olsun səndən. Çox sağ ol. Allah səndən də razı olsun. Fəridə mənim birinci sinifdən sinif yoldaşım olub 6-cı sinifə qədər. Yəni 31 ildir artıq tanıyır məni. Aygündə 7-ci sinifdən liseyə girəndən sonra, yəni 11-ci sinifə qədər sinif yoldaşım olub. Onları da burada görmək həqiqətən mənim üçün çox xoşdur. Digər bütün xanımları da və bilmirəm, Cavid özüdürmü, yoxsa yoldaşıdırmı burada? Yəni sizi də burada görmək həqiqətən çox xoşdur mənim üçün. Dediyim kimi, ümid edirəm faydalı oldu. Çox sağ olun. Mən də sizinlə fəxr eləyirəm. Belə, özünüzə yaxşı baxın. Artıq görüşümüzü bitirə bilərik, əgər hər hansı bir sualınız yoxdursa. Belə, inşallah növbəti görüşlərdə dediyim kimi, bu arada yox, bir dəqiqə, çıxmayın. Sizə şey eləyəcəm. ICP-nin birinci WhatsApp kanalına abunə olmağınızı sizə tövsiyə edirəm. Çünki dediyim kimi, bu kimi təlimlərimiz olacaq. İndi inşallah, düzdür, hələ Gülarə xanımın özünün xəbəri yoxdur, amma təlimçilərdən biri olaraq onu da seçmişik. Yəni, onun da bir webinar verməyini istəyirik bizə. O da çox təcrübəli psixoloqlardan biridir bizim qrupumuzdakı. Ona görə bir dəqiqə qrupumuzun linkini sizə göndərim ki, qoşula biləsiniz. Və yaxud ki, buradakı xanımlardan, mənim o volunteer qrupumuzda olan bayaq göndərdiyim linkləri bir-bir bura göndərə bilərsinizmi? Bir dəqiqə. Mən tapana qədər.
Hə, çox sağ olun, təşəkkürlər. Ya da bir dəqiqə gözləyin. Hə, yəni birincisi, nə idi o? Hı. Ə, hə, əgər görüşlərdən xəbərdar olmaq istəyirsinizsə, deməli, əvvəlcə bu WhatsApp kanalına, qrupda şeyə göndərirəm, chat hissəsinə göndərirəm. Bu WhatsApp kanalını yadınızda saxlayın. Ondan sonra ICP-nin ümumiyyətlə veb saytına girib daha detallı məlumat əldə edə bilərsiniz. İndi inşallah Azərbaycanda da kurslar təşkil etməyə çalışacağıq. Kitab müzakirələrimiz olacaq. Digər başqa videolarımız olacaq. Yəni bunların hər biri ICP-nin YouTube kanalında olacaq. Ona görə YouTube kanalına, Instagrama, Facebooka abunə olmağınızı da tövsiyə eləyirəm. Yəni biz özümüz öz alternativlərimizi çoxaltmalıyıq. Yəni gənclər olaraq bunu biz eləməliyik. Biz eləməsək, dediyim kimi, heç kim eləməyəcək və mən istəyirəm ki, hər bir insan bu məsuliyyəti öz çiyinlərində hiss eləsin. Yəni deməsin ki, mənə toxunmayan ilan min yaşasın və yaxud da ki, əşi mənə nə var cəmiyyətin halından? Kim necə yaşayır, yaşasın. Yəni bu həqiqətən də vicdanı, mərhəməti olan bir insanın düşüncə tərzi ola bilməz mənə görə. Yəni həqiqətən sən təkcə özünü yox, bütün ətrafındakı insanları, kainatı, bütün insanlığı düşünməlisən. Yəni Qəzzada olan hadisələr sənin qəlbində şeyə səbəb olmursa, yanğıya səbəb olmursa, sən nəsə eləmək istəmirsənsə, narahat eləmirsə, gecələr yuxunu qaçırmırsa, demək ki, o insanlığından uzaqlaşmısan bu deməkdir ki, yəni emosional o zəkan aşağı yerlərdə sürünür. Yəni ruhsal zəkan yerlərdə sürünür. Ona görə özümüzü insan səviyyəsinə qaldırmağı bacarmalıyıq. Yəni Ramazan da bunun üçün həqiqətən dediyim kimi çox gözəl fürsətdir. Bu şeyə qrupdan olan nələri göndərdim, zəhmət olmasa dediyim kimi, yəni ICP qrupuna dediyim kimi qoşula bilərsiniz. Bütün yeniliklərimizdən xəbərdar olacaqsınız. Və digər Instagram kanalını izləyə bilərsiniz, veb saytını izləyə bilərsiniz və yəni digər məsələlərdə dediyim kimi belə. Allah razı olsun hər birinizdən. Növbəti vebinarlarda görüşmək ümidi ilə Allaha əmanət olun. Vaxtınız üçün təşəkkür edirəm bu arada. Haqqınızı halal eləyin.